Bir daha sabahınız xeyir olsun. Sabahınız xeyir, Bahar xanım. Mən sizi ürəkdən salamlayıram və bildiyiniz kimi bütün dünya ölkələri və xalqları 1 iyun Uşaqların Müdafiəsi gününü qeyd edir. Bu önəmli gün münasibəti ilə mən sizin hər birinizi, sizin timsalınızda bütün Azərbaycan uşaqlarını və onların valideynlərini bu gün münasibətlə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər bir uşaq hansı ölkədə, hansı ailədə yaşamasından asılı olmayaraq xoşbəxt yaşasın, sağlam olsun, özünə güvəni olsun, inamla həyatın bütün çətinliklərindən keçməyə qadir olsun və əlbəttə ki, bunun üçün həm cəmiyyətlər, həm dövlətlər, həm də ailələr özlərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirməlidirlər ki, bizim bu arzularımız reallaşsın və hər bir uşaq özünü rahat, azad, sərbəst və xoşbəxt hiss edə bilsin. Bu bizim dövlətimizin də, cəmiyyətimizin də, xalqımızın da bir nömrəli arzusudur və bilirsiniz ki, Azərbaycan dövləti tarixən demokratik ənənələrə malik olan bir dövlətdir. Cənubi Qafqazda, Şərqdə, müsəlman dünyasında ilk demokratik cümhuriyyət qurmuş bir dövlətdir. Və elə bilirsiniz ki, bir neçə gün bundan əvvəl bizim hamımız və bütün dünya Azərbaycanlıları Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 102-ci il dönümünü qeyd elədik. Və bu cümhuriyyətin yaranması özü-özlüyündə Azərbaycan xalqının mövcudluğu tarixində əldə etdiyi ən böyük, ən möhtəşəm qələbə olduğu və əldə olunan Azərbaycan dövlətinin bizim başlıca sərvətimiz olduğunu vurğulamaqla yanaşı, həm də bu ərazidə, bu coğrafi məkanda, bu ölkədə yaşayan milliyyətindən, etnik mənsubiyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsə, hər bir fərdə azadlıq və geniş hüquqlar verməsi ilə yadda qalır, xatırlanır. Odur ki, biz belə bir xalq olduğumuz və bu xalqın da yaratdığı belə bir dövlətə malik olduğumuz üçün qürur duyuruq və təbiidir ki, hüquqların verilməsi, onların təminatı və əlçatanlığı dövlətin qarşısında duran əsas vəzifələrdən və öhdəliklərdən biridir. O zaman elan olunmuş bu hüquqlar, vətəndaş azadlıqları uzun illərdən sonra Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra reallaşmağa başladı və bilirsiniz ki, 90-cı illərdə gedən proseslər nəticəsində Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi və bizim o zaman siyasi proseslərin önündə gedən soydaşlarımız, sizin bir çoxlarınızın atası, babası, anası, yaxın adamları və bizim çox hörmətli ziyalılarımız, siyasətçilərimiz, ictimai xadimlərimiz yaranmış bu fürsəti ciddi dəyərləndirərək Azərbaycanda müstəqilliyin bərpasını təmin etdilər. Amma çox təəssüf ki, onun təhlükəsizliyini həyata keçirmək mümkün olmadı. Sizə məlum olan hadisələr nəticəsində Azərbaycan ciddi çətinliklərlə üz-üzə qaldı və dövlətimizin bütövlüyü, insanlarımızın sağlamlığı təhlükə qarşısına düşdü və torpaqlarımızın bir qismi işğal altına düşdü. Və qısa müddətdən sonra bilirsiniz ki, bizim milli liderimiz, sizin hər birinizin sevimlisi, bizim mənəvi atamız Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlət müstəqilliyi həqiqi mənasında möhkəmlənməyə başladı və biz bugün artıq müstəqil, azad, suveren və vətəndaşlarını rifah və xoşbəxtlik içərisində yaşatmağa qadir olan güclü bir dövlətə malikik. Ki, o dövlətdə sizin kimi uşaqlar doğulur, dünyaya göz açır, böyüyür, sağlam böyüyür, təhsillə əhatə olunur, dövlətin, cəmiyyətin, ailənin himayəsi, qayğısı altında böyüyür və bugün inkişafımızın səviyyəsi o dərəcəyə qalxıb ki, biz ən müxtəlif yeniliklərə açıq bir dövlətik və ölkəmizin hansı ucqar nöqtəsində yaşamasından asılı olmayaraq biz həm uşaqlarla, həm böyüklərlə, həm qohumlarımızla, həm dostlarımızla bax belə ünsiyyətdə ola, fikir mübadiləsi apara, bəzi məsələləri müzakirə edə və qərarlar verilməsində iştirak edə bilirik. Odur ki, mən qısa şəkildə Azərbaycan dövlətinin uşaq siyasəti ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Bilirsiniz ki, hər bir dövlətin gələcəyi uşaqlara, gənc nəslə göstərilən diqqət və onların dövlətin, cəmiyyətin diqqəti və qayğısında olması üçün müəyyən olunan qaydalar və qəbul edilən qanunlarla tənzimlənir və Azərbaycan Respublikası da uşaq siyasətinin reallaşdırılmasına dair ciddi qanunverici bazaya malikdir və bizim parlamentimiz bununla əlaqədar bütün qanunları qəbul edib və bu qanunların icrası üçün müvafiq mexanizmlərimiz
vardır və ona dək qurum Azərbaycanda bilavasitə öz fəaliyyətində uşaqların qayğısına və himayəsinə yönələn fəaliyyətlə məşğuldur və o qurumlardan biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir ki, bu komitə də Ulu Öndər Heydər Əliyevin zamanında verdiyi sərəncamla yaradılıb və bugün artıq bu komitə Azərbaycanın bütün regionlarında yaşayan uşaqların, ailələrin və qadınların problemlərinin həlli, məsələlərinin müzakirəsi ilə məşğuldur və daha çox diqqət yetirdiyimiz sahə isə əlbəttə ki, uşaqlar və onların inkişafıdır. Bilirsiniz ki, BMT-nin Uşaq Hüquqları Konvensiyası mövcuddur və biz bu konvensiya ilə qoşulmuşuq və eləcə də ondan irəli gələn bütün protokollara, fakultativ protokollara və sənədlərə imza atmışıq, deməli üzərimizə öhdəlik götürmüşük və Azərbaycan qanunlarını, bu konvensiyanın standartlarına uyğunlaşdırmışıq. Həm qanunlarımızı müəyyən etdiyi çərçivədə, həm də konvensiyanın üzərimizə qoyduğu öhdəlikləri yerinə yetirməklə məşğuluq və bugün biz bu bayramı qeyd etməyə həm ciddi qanunverici baza, həm də bu illər ərzində bu qanunların icrası nəticəsində əldə etdiyimiz nəticələrlə uşaqların deməli əsas hüquqlarının, konvensiyada nəzərdə tutulmuş əsas hüquqlarının inkişaf, müdafiə, iştirak və yaşamaq hüquqlarının reallaşdırılmasına dair çox ciddi müsbət nəticələrlə gəlirik. Buna görə də bu bayramı qeyd etmək üçün bizim mənəvi haqqımız vardır. Bilirsiniz ki, 1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günü ilə yanaşı, eyni zamanda 20 noyabr Ümumdünya Uşaqlar Günü də qeyd olunur bütün dünya üzrə. Bu da həmin söylədiyim Uşaq Hüquqları Konvensiyasının qəbul edildiyi tarixdir. Yəni Azərbaycan həm 1 iyunu, həm də 20 noyabrı Azərbaycanda və dünyada uşaqların özəl günü, bayramı daha çox diqqətə layiq olunduğu gün kimi qəbul edir və bundan irəli gələn vəzifələri də yerinə yetirməklə məşğuldur. Söylədiyim kimi bizim qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi məhz həm konvensiyadan, həm də qanunlarımızdan irəli gələn vəzifələrini yerinə yetirməklə söylədiyim sizin o 4 qrup hüquqlarınızın reallaşması üçün bu illər ərzində çoxlu tədbirlər həyata keçirmişdir, işlər görmüşdür. Sizlərin bir çoxunuz o işlərin iştirakçısısınız. Həm məktəbdə, həm də ictimai həyatda məlumatlanırsınız görülən bu işlərlə, hansı ki sizlərin inkişafınıza yönəlib. Qanunverici aspektlə yanaşı, eyni zamanda gündəlik tədbirlərin reallaşdırılması, əsasən uşaq iştirakçılığının təmin olunması ilə bağlı bizim UNICEF-ə keçirdiyimiz uşaq forumları var ki, o 2009-2017-ci ildə 4 belə forum keçirilib və sizin də yəqin ki, çoxunuz o forumun iştirakçısı olmusunuz və yaxud da orada iştirak edən uşaqlar sizin dostlarınızdır. Bilirsiniz ki, bu uşaqların, Azərbaycan uşaqlarının birləşdiyi ali bir qurumdur, ali bir tədbirdir ki, hansı ki, uşaqlar məhz dövlət həyatında, öz həyatlarında onların hüquqlarının qorunması ilə bağlı qərarların qəbul edilməsində bu vasitə ilə iştirak edirlər və mən özüm bizim bu forumların bir neçəsinin iştirakçısı olmuşam, uşaqların suallarını cavablandırmışam, onların istəklərini dinləmişəm və parlamentdə işlədiyim dönəmdə sizin qaldırdığınız bu forumlar vasitəsilə məsələlər və orada qəbul olunan qanunların, qərarların daha doğrusu həyata keçirilməsi üçün vacib olan qanunverici istiqamətdə dəyişikliklərin qəbul olunmasında həm təşəbbüskar, həm də iştirakçı olmuşam. Buna görə də özümü xoşbəxt hesab edirəm, çünki mən bilirəm ki, bu qanunların qəbul olunmasında mən də iştirak etmişəm. Bu da mənim Azərbaycan dövlətinin həyatında və uşaqların həyatında iştirakçılığımın ən ali səviyyədə təmin olunması olmuşdur. Bu mənim tərcümə halımın ən gözəl səhifələridir və mən inanıram ki, sizin də içərinizdən gələcəkdə çox sayda millət vəkilləri, bələdiyyə üzvləri, digər ictimai və rəsmi dairələrdə işləyən uşaqlar yetişəcək və biz buna çox inanırıq. Fəaliyyətimizin əsas məqsədi ondan ibarətdir ki, uşaqlar hər tərəfli qayğı və diqqətlə əhatə olunsunlar ki, öz potensiallarını üzə çıxara bilsinlər və üzə çıxardığı bu potensialı ictimai həyata, dövlət həyatına, öz şəxsi həyatına tətbiq edə bilsinlər. Və Azərbaycanın bilirsiniz ki, inkişaf istiqamətlərində bir sıra dövlət sənədləri qəbul olunmuşdur və Azərbaycan 2020 deyilən bir inkişaf konsepsiyası sənədi var. Yəqin ki, siz onu eşitmişsiniz, məktəbdə bununla bağlı və ictimai tədbirlərdə bununla bağlı sizə məlumatlar veriblər və bildiyiniz kimi bu konsepsiyanın 7-4-cü bəndi xüsusilə uşaqlar və onların inkişafına həsr olunub və həmin bəndin reallaşdırılması istiqamətində bizim komitə tərəfindən yeni bir sənəd işlənib. Azərbaycan Respublikası Milli Uşaq Strategiyası adlanır bu sənəd. Bu sənəd artıq özünün son mərhələsinə gəlib çatıb və o yəqin ki, yaxın günlərdə imzalanacaq və həmin strategiya bugünə qədər Azərbaycan dövlətinin və Azərbaycan uşaqlarının da əldə etdiyi nailiyyətlərin üzərindən daha geniş bir
perspektivlərə doğru vəzifələri müəyyən edir və bu strategiya çərçivəsində biz fəaliyyət proqramları üzərində işləyirik. Hansı ki, fəaliyyət proqramları sizin də daxil olduğunuz Azərbaycan uşaqlarının gələcək həyatını, inkişafını, sağlamlığını, iştirakçılığını, təhlükəsiz yaşamasını, azad, sərbəst bütün hüquqlardan istifadəsini təmin edəcək sənədlər olacaqdır və Azərbaycan dünya standartlarına uyğun uşaq strategiyasının reallaşdırılmasına öz töhfəsini verəcəkdir. Bilirsiniz ki, biz indi həm də bir çətin dönəmi yaşayırıq. Azərbaycan bütün dünya ölkələri ilə birlikdə pandemiya dövrünün çətinlikləri ilə üz-üzədir və elə onun nəticəsidir ki, biz sizinlə üz-üzə, göz-gözə yox və belə ekran vasitəsilə görüşürük. Amma bu da imkan verib ki, biz cəmiyyətimizin rastlaşdığı bir sıra çətinlikləri müasir üsullarla aradan qaldıraq və deməli həm vərdişlərimizi artıraq, həm imkanlarımızı genişləndirək, həm də bir sıra yeni forma və mexanizmlərə yiyələnək. Hesab edirəm ki, pandemiya dövrünün çətinlikləri ilə yanaşı bizə qazandırdığı bax belə üstünlükləri də vardır ki, biz hərəmiz öz evimizdən bütün dünyaya səslənə bilirik. Birlikdə sizinlə öz mövqeyimizi ifadə edə bilirik. Bu bayramı birlikdə qeyd edə bilirik. Və məlumat üçün demək istəyirəm ki, bu çətin dönəmdə ailələr, xüsusilə iqtisadi cəhətdən aşağı səviyyədə yaşayan ailələr, himayədən məhrum olmuş uşaqlar yaşayan ailələr ciddi çətinliklərlə üzləşdilər və bizim komitə digər iqtisadi, sosial yardımları göstərməklə yanaşı maarifləməyə də ciddi diqqət elədi. Əgər siz bizim saytımızı, Facebook səhifəmizi izləmişsinizsə, bu müddət ərzində gördünüz ki, komitənin əməkdaşları tərəfindən, xüsusilə beynəlxalq təşkilatların nümayəndələri də, ekspertləri də daxil, biz bir sıra maarifləndirici tədbirləri həyata keçirdik. Onlayn tədbirlər təşkil etdik, təlimlər düzənlədik, onlayn webinarlar və müzakirələr təşkil olundu. Pandemiya dövründə uşaqların təhlükəsizliyinin təmin olunması, sosial hüquqlarının reallaşdırılması, iqtisadi cəhətdən çətinliklərin aradan qaldırılması və bu dövrdə uşaqlar necə öz üzərlərində işləyə bilərlər, məktəbdən kənar üsullardan istifadə edərək necə biliklərini, savadlarını artıra bilərlər. Bu məsələlərlə əlaqədar sizinlə söhbətlərimiz oldu və mən özüm o təlimləri çox ciddi şəkildə izlədim. Bu təlimləri izləyərkən də təsəvvür edin ki, mən də özüm üçün bir çox yeniliklər orada kəsb elədim, əxz elədim və hesab edirəm ki, bu da bizim ümumi müsbət nəticələrimizə yazıla bilən məsələlərdir. Və siz bilirsiniz ki, bizimlə birlikdə bugünü həm də evindən, eşiyindən didərgin düşmüş bizim soydaşlarımız, onların ailələrində yaşayan uşaqlar, qaçqın və köçkün uşaqlar da qeyd edirlər. Amma çox təəssüf ki, onlar dünyanın dinc bölgələrində olan və Azərbaycanın dinc bölgələrində yaşayan uşaqlar qədər bu bayram əhval-ruhiyyəsini hiss edə bilmirlər. Çünki onlar bir sıra çətinliklərlə yüzlədirlər. Doğrudur, onların təhsili, sağlamlığı, təhlükəsizliyi, sağlam qidalanması üçün Azərbaycan dövləti, xüsusilə vaxtilə Ümummilli liderimiz Heydər Əliyev, bugün ölkə prezidenti cənab İlham Əliyev, xüsusilə uşaqların hamisi, onların qayğısını hər şeydən üstün tutan birinci xanımımız, birinci vitse-prezident Mehriban xanım Əliyeva bu istiqamətdə çox saylı layihələrin müəllifidir və elə bunun nəticəsidir ki, bu uşaqlar qaçqınlıq, köçkünlük acısının bir çox hallarda yalnız mənəvi tərəfini yaşayırlar, əksər hallarda digər məsələlər həllini tapmışlar. Amma bununla belə yenə də onların içərisində çətin ağır vəziyyətdə yaşayan uşaqlar var ki, biz bugün onları da unutmuruq və onların çəkdiyi bu acıları, bu çətinlikləri nəinki unutmamaq, hiss etmək, onu müzakirə etmək, onlara dəstək olmaq, onların yanında olmaq, həm də bu həqiqətləri dünyaya çatdırmaq, bu barədə hayqırmaq, bütün dünyaya çağırış etmək, bütün dünya uşaqlarını bizimlə birlikdə olmağa, bugün ağır vəziyyətdə yaşayan, dünyanın ən müxtəlif bölgələrində, münaqişəli, müharibəli bölgələrində yaşayan uşaqların problemlərinə yönəltmək həm böyüklərin, valideynlərin, həm də daha çox siz uşaqların borcudur. Ona görə ki, dünya böyükləri bəzən dinləyir, amma eşitmir. Amma uşaqları dinləyən böyüklərin əlbəttə ki, eşitməməsi mümkün deyil. Onlar mütləq şəkildə eşidəcəklər. Ona görə düşünürəm ki, biz həm də bugünü qeyd etməklə yanaşı, bugünü bizimlə birlikdə yaxşı qeyd edə bilməyənlərin problemlərini də dünya ictimaiyyətinə çatdırmalıyıq. Yəqin ki, biz bugün sizinlə birlikdə ən müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparacağıq və xüsusilə bu məsələni də qeyd etmək istəyirəm ki, bugünkü görüşün əsas özəlliyi ondan ibarətdir ki,
biz ilk dəfə olaraq, bəlkə də mən belə bir layihənin başqa ölkələrdə olması ilə bağlı məlumata malik deyiləm, ona əsasən deyə bilərəm ki, bəlkə də ilk dəfə uşaq səfirlər deyilən belə bir yeni termin meydana gəlib və bu Azərbaycanda reallaşan bir layihədir və bu layihənin tətbiqindən sizin kimi gənc, enerjili, öz dövlətini sevən, vətənpərvər uşaqlar seçilmişlər və seçilmiş uşaq səfirlər öz bölgələrini təmsil etmək kimi bir missiyanı üzərinə qoyublar və bütövlükdə Uşaq Səfirlər Məclisinin əsas missiyası isə əlbəttə ki, Azərbaycan uşaqlarının qarşılaşdığı bir sıra çətinlikləri ən müxtəlif dövlət orqanlarına çatdırmaq, bunun üçün o məsələləri öz aralarında müzakirə etmək, onu formalaşdırıb bütün instansiyalara çatdırmaq vərdişlərinə, bacarığına yiyələnmək, üstəlik də ən əsası öz fərdi bacarıqlarını və vərdişlərini təkmilləşdirmək imkanı əldə etməkdir ki, mən bu gözəl imkanı əldə etdiyiniz və minlərlə Azərbaycan uşaqları içərisindən bu çətin yarışda qalib gəldiyiniz və uşaq səfir kimi gözəl bir titula, gözəl bir ada sahibləndiyiniz üçün və bunun verdiyi hüquqlardan istifadə edərək bir sıra vəzifələri gələcəkdə həyata keçirəcəyiniz üçün sizin hamınız ürəkdən təbrik edirəm və sizin ailələrinizi, sizin valideynlərinizi, sizi bu işə təşviq edən yaxınlarınızı və doğmalarınızı ürəkdən təbrik edirəm və inanıram ki, bu layihə çox uğurlu olacaqdır və siz üzərinizə götürdüyünüz öhdəlikləri həyata keçirərək əsl mənada uşaqların səfiri olduğunuz və gələcək diplomatiya üçün hazırlandığınız üçün fəxr edəcəksiniz. Və mən bir daha giriş nitqimi yekunlaşdıraraq bir daha sizi bu gözəl gün bayram münasibətilə ürəkdən təbrik edirəm. Və əlbəttə ki, görüşümüzün bir nəzərdə tutulmuş gediş qaydası var və mən bu barədə sizi məlumatlandırmaq istəyirəm. İstəyirəm ki, hər bir iştirakçı ona ayrılmış müddət ərzində, qısa müddət ərzində həm özünü təqdim eləsin, həm fikirlərini söyləsin, həm də hansısa sualı və təklifi varsa onu səsləndirsin və sizin icazənizlə, razılığınızla mən belə bir qayda müəyyənləşdirmək istərdim ki, sizin hər biriniz danışıb fikirlərinizi bitirdikdən sonra mən sonra suallara və təkliflərə öz münasibətimi bildirim və sonra biz yekun mövqeyimizi, qərarımızı verərik. Etiraz etmirsiniz ki? Xeyr. Buyurun. Buyurun. Kim birinci başlamaq istəyir buyursun və biz sizə eşidirik. Hörmətli Bahar xanım, mən Hacıyeva Aydan ilk öncə sizi və bütün tədbir iştirakçılarını salamlayır və sizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir. Sizə bu yolda uğurlar arzu edirəm. Səsləndirdiyiniz dəyərli fikirlər bizim hər birimiz üçün çox önəmlidir. Bunun üçün həmçinin bizə Uşaq Səfirlər Məclisinə bu cür geniş imkanlar yaratdığınız, bizə bu layiqli və şərəfli iş verdiyinizə görə sizə dərin təşəkkürlərimizi və minnətdarlığımızı bildiririk. Mən Uşaq Səfirlər Məclisinə Azərbaycan Respublikasının Şəmkir rayonundan qatılmışam və çox xoşbəxtəm ki, Uşaq Səfirlər Məclisinin bir üzvüyəm və ümid edirəm ki, mənə tapşırılmış bu şərəfli işi də layiqincə yerinə yetirəcəyəm. Siz vurğuladığınız kimi bu günləri əslində mən deyərdim bir tarixi gündür. Çünki Uşaq Səfirlər Məclisi ilk dəfə olaraq Azərbaycanda yaradılır və bu çox sevindirici bir haldır və ümid edirəm ki, Uşaq Səfirlər Məclisi yarandığı elə ilk gündən cəmiyyətdə baş verən məsələlərə, problemlərə biganə qalmayacaq, daha firavan, xoşbəxt, ədalətli və sülhsevər bir cəmiyyət üçün əlindən gələni əsirgəməyəcəkdir. Müasir dövrdə qloballaşan dünyamızda cəmiyyətdə baş verən bir sıra məsələlər və problemlər cəmiyyətə əhəmiyyətli dərəcədə narahat edir. Bu problemlər bəzən adi bir şeydən qaynaqlanır və sürətli inkişaf dinamikasına əsaslanaraq sürətlə böyüyür və yayılır. Sadə bir şeyə nəzər salaq. Lokal problemlər regional, regional problemlər isə qlobal problemlərə çevrilir. Adətən bu tip zəncirvari əlaqədən ekoloji problemlər haqqında danışarkən, onlar haqqında bəhs edərkən istifadə edirik. Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, təkcə ekoloji problemlər deyil, digər problemlər də bu sürətdə böyüyür və yayılır.
Unutmaq olmaz ki, texnologiya inkişaf etdikcə, cəmiyyətin həyatında sürətli dəyişiklik, inkişaf baş verdikcə, onu narahat edən məsələlər də düz mütənasib şəkildə artmaqda davam edir. Bugün tolerant cəmiyyətin qurulması, ədalətli sülhün əldə olunması, uşaqlara göstərilən diqqət və qayğının artırılması, gender prinsiplərini həyata keçirmək istiqamətində kişilər və qadınlarla sistemli işin aparılması, hər cür zorakılığa qarşı mübarizə və digər məsələlər cəmiyyəti əhəmiyyətli dərəcədə narahat edən məsələlərdir. Bugün bizim hər birimiz sağlam cəmiyyətin, sağlam mühitin formalaşması üçün çalışırıq. Və unutmaq olmaz ki, sağlam mühitdə formalaşan sağlam cəmiyyətdə yaşayan insanlar daha firavan, xoşbəxt olurlar. Ona görə də bizim hər birimiz ilk növbədə sağlam mühiti və ondan yararlanaraq da sağlam cəmiyyətin formalaşması üçün çalışırıq. Düşünürəm ki, sağlam cəmiyyətin formalaşması ilk növbədə sağlam rəqabətin inkişaf etdirilməsindən, ədalət və sülh prinsiplərinin tam mənimsənilməsindən başlayır. Cəmiyyətin ayrılmaz parçaları hesab edilən uşaqlara göstərilən diqqət və qayğının artırılması, onların hüquqlarının qorunması, cəmiyyətin psixoloji dəstəyə ehtiyac duyan insanlarına, qocalara və digər təbəqələrə göstərilən diqqət və qayğının da artırılması, həmçinin bayaq sadaladığımız məsələlərin də öz həllini tapması sağlam cəmiyyətin, sağlam mühitin formalaşmasına xidmət edir. İstərdim Rəsul Rızanın müəllifi olduğu, mən istərdim şeirini səsləndirim və mən düşünürəm ki, bu şeir mənim düşüncə və istəklərimi daha açıq şəkildə ifadə edəcəkdir. Mən istəyirəm, buludlar ağlasın, uşaqlar ağlamasın, analı ya anasız. Mən istəyirəm, güllər açılsın, güllələr açılmasın, amanlı ya amansız. Mən istəyirəm, qapılar qapansın soyuq olanda hava, gözlər qapanmasın. Mən istəyirəm, yanğınlar sönsün, ümidlər sönməsin. Meyvələr dəysin öz fəslində, ürəklərə söz dəyməsin. Hər şey insana baxsın, insan ələ baxmasın. Mən istəyirəm, sevinç, saadət bol olsun, ürəkdən ürəyə, ölkədən ölkəyə açıq yol olsun. Təşəkkür edirəm. Çox sağ ol Aydan. Sən çox gözəl fikirlər söylədin. Xüsusilə fikirlərin öz gözəlliyi öz yerində, onu daha da gözəl söylədin. Tərzin də gözəl. Çox sağ olun. Fikirləriniz mənim üçün çox önəmlidir. Çox sağ olun. Sevindirir, bu məni çox sevindirir və mən inanıram ki, sənin sonda söylədiyin şeirdəki mətləblər, o arzular, o istəklər mütləq şəkildə reallaşacaq. Çünki bunun üçün Azərbaycan dövləti var. Sizin güvənc, bizim güvənc yerimiz və əsas gücümüz, güc mənbəyimiz. İnanın ki, Azərbaycan dövləti də bax belə bir cəmiyyəti sizin üçün qurmaq niyyətini reallaşdırmaqdadır. Buyurun, ikinci kim çıxış etmək istəyir? Hörmətli Bahar xanım və dəyərli tədbir iştirakçıları. Əvvəlcə hamınızı salamlayıram. Mən Məlik Öbəkirəm, Bakı şəhəri Xəzər rayonu 230 nömrə tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Məktəbimi rayon və şəhər üzrə müxtəlif yarışlarda təmsil etmişəm və ilk 3 il mükafatlarına sahib olmuşam. Mənim fikrimcə ən geniş və maraq doğuran mövzulardan biri də peşə seçimi yapılır. Bildiyiniz kimi ölkəmizdə təhsil üzrə müəyyən müxtəlif üsullardan, yeni innovativ texnologiyalardan istifadə olunur. Bunlardan istifadə olunan uşaqların təhsilindən çox ciddi şəkildə diqqət yetirilir. Lakin, bildiyiniz kimi, müxtəlif ərazilərimizdə peşə seçimində səhv edən uşaqlar vardır. Mənim fikrimdə peşə və ixtisas seçimində bağlıdır. Mən öz uşaq səfirlər məclisindəki fəaliyyətini həmin mövzuda davam etdirəcəm. Bildiyiniz kimi, hər hansısa bir uşaq müəyyən peşəyə və ya ixtisasa yiyələnmədən öncə onun çətinliklər və asanlıqları ilə maraqlanmalı, ona diqqətlə həmin peşəni və ya ixtisası araşdırmalı. Sonra həmin ixtisas üzrə müəyyən öz təhsilini ala bilər. Bildiyiniz kimi, valideynlərin məcburiyyəti və yaxud uşaqların öz istəyi ilə müxtəlif peşə seçimində səhvlər olur. Bunların əksəriyyəti valideynlərin də uşaqları məcbur etməsi ilə bağlıdır. Çünki ölkəmizdə bəzi valideynlər uşaqların ali təhsil almasını istəyir. Lakin düşünmür ki, həmin uşağın həmin ali təhsilə ehtiyacı var və yaxud yoxdur. Və ya buna onun potensialı çatmır.
Bunların qarşısını almaq bizim əsas vəzifələrimizdən biridir. Sizcə, Bahar xanım, bugün bu ixtisas seçimindəki səhvlərin qarşısını müəyyən dərəcədə olsa almaq mümkündür. Təşəkkür edirəm, çox sağ ol. Mən düşünürəm ki, gözəl bir məsələyə toxundunuz. Mən yekunda sizin sualınıza cavab verəcəm hamısı ilə birlikdə, amma düşünürəm ki, çox vacib bir məsələdir. Buyurun, buyurun. Hörmətli Bahar xanım, sizi və bütün tədbir iştirakçılarını salamlayıram. Mən Əsmər İsmailova, Akademik Zərfə Əliyev adına liseyin 10-cu sinif humanitar qrupunda oxuyuram. Özüm haqqında qısa məlumat verim. 1-ci sinifdən Bakı Amerika mərkəzində bir çox layihələrdən, Eco Project, Green Club kimi layihələrdə iştirak etmişəm, könüllü kimi fəaliyyətim olub. Azərbaycan Uşaq və Gənclər Sülh Şəbəkəsinin Liderliyi Məktəbinin üzvüyəm. Süleyman Ələsgərov adına Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsini bitirmişəm. Liseyimizin şagird parlamentinin mətbuat departamentinin sədriyəm. Və onu da qeyd edeyim ki, Azərbaycan Dövlət radio verilişlərində mənim Navalçı verilişində öz çıxışlarım olub və qeyd edim ki, 2019-cu il ölkəmizi tanıyaq tur aksiyasının iştirakçısı olmuşam. Bu il bu layihəni gördüm, qoşulmaq istədim, qoşuldum və uğur qazandım. Seçdiyiniz, layiq bildiyiniz üçün öz təşəkkürümü bildirirəm. Məlumdur ki, tarix boyu hər bir ölkə öz tarixi, öz mədəniyyəti ilə tanınır. Və öz mədəniyyətimizi, öz tariximizi bilmək bizə öz vətənimizi daha mükəmməl təmsil etmə imkanı verir. Bu, hər birimizin borcudur. Buna görə də hər gəncin, hər gənc nəslin hər tərəfli şəxsiyyət kimi formalaşması, intellektual səviyyəsinin yüksəlməsi, mədəni estetik zövqünün inkişafı üçün düşünürəm ki, onların incəsənətlə məşğul olması, incəsənətə cəlb olması, musiqi təhsili əldə etmələri, rəssamlıq və ya digər sahələrdə bacarıqlarını inkişaf etdirmələri, muzey və ya digər tarixi yerlərə ekskursiyaların təşkil olunması savadlı gənclərin formalaşması üçün vacibdir. Ayrıca bir misal göstərim ki, muzey və ya tarixi yerlərdə keçirilə biləcək intellektual oyunlar, bu oyunlar öncəsi onlara keçirilə biləcək seminarlarda uşaqların əldə edə biləcəyi orta məktəb dərsliklərindən əlavə informasiyalar, məlumatlar onların ümumdünya görüşlərinə, tarixi biliklərinə müsbət təsir göstərəcək. Eləcə də Bahar xanım, qeyd eləmək istəyirəm ki, biz bilirik ki, bizim ucqar kəndlərimizdə savadlı, istedadlı gənclərimiz var ki, onlar öz bacarıqlarını inkişaf elətdirməyə şərait tapa bilmirlər. Və buna görə də mən bugün bu sahələrdə uşaqların fəaliyyətə cəlb olunması mövzusunun Səfirlər Məclisinin gündəliyində müzakirə olunmasını təklif edirəm. Diqqətinizə görə təşəkkürlər. Təşəkkür edirəm Əsmər. Mən qısa bir müddətdə çox böyük nailiyyətlər qazandığını vurğulamaq istəyirəm. Sənin söylədiklərini mən gördüm ki, sən həm gözəl oxuyursan, həm də müxtəlif istiqamətlərdə ictimai fəaliyyətin var. Təşəkkür edirəm sənə. Çox sağ olun. Buyurun. Hörmətli Bahar xanım və məclis üzvləri. Əvvəla hər birinizi salamlayıram. Mən Bakı şəhəri Sabunçu rayonu Nazim İsmailov adına 80 nömrəli tam orta məktəbin, Mübarək İbrahimov adına 9-cu Ç sinifinin şagirdi, Bakı Gənclər Mərkəzinin könüllüsü, Sabunçu Gənclər Evinin üzvü, rayonumuzun fəal gənclərindən biri, çoxsaylı tədbirlərin, layihələrin iştirakçısı və qalibi, məktəbimizin Bullyingə yox komandasının sədri Nurlan Cəbrayzadə. Bugün Uşaq Səfirlər Məclisində üzv olmaqda əsas məqsədim uşaq hüquqlarının sistemli şəkildə inkişaf etdirilməsi, bu sahədə effektiv tədbirlərin və layihələrin həyata keçirilməsidir. Və tam əminəm ki, komitənin nəzdində fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi böyük uğurlara imza atacaq. Məclisin üzvü olaraq müəyyən təkliflərimi dilə gətirmək istərdim. Bilirik ki, bugün uşaq hüquqları mahiyyət baxımından nə qədər geniş miqyası əhatə eləsə də, əksər uşaq, valideyn və yetkin fərd bu barədə çox az informasiya sahibdir. Məhz bunun üçün mən sizə Uşaqdan Uşağa layihəsini təqdim edirəm. Layihə çərçivəsində şəxsən mənim təşəbbüsümlə regionlarla və hər bir regionun gənclər təşkilatları ilə əlaqə yaradaraq fəal uşaqlardan bir komanda yaradacağam. Bu komanda ilə regionlarda da uşaq hüquqları barəsində hər kəsin maarifləndirilməsi üçün treyninglərin keçirilməsi nəzərdə tutulur. Və bununla biz tam şəkildə əmin ola bilərik ki,
hər kəs bu barədə geniş informasiyaya sahib olacaqdır. Bununla yanaşı, Uşaq Səfirlər Məclisinin daha geniş vüsət alması üçün Məclisin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman ilə və yaxud digər əlaqədar qurumlarla, Təhsil Nazirliyi ilə, Səhiyyə Nazirliyi ilə, Daxili İşlər Nazirliyi ilə tərəfdaşlığı təmin edilsin. Mənim fikrimcə bu tərəfdaşlıqların nəticəsində Uşaq Səfirlər Məclisi hər kəs tərəfindən tanınacaq və məclisin fəaliyyəti daha da genişlənəcəkdir. Amma bütün bunları həyata keçirmək üçün, hörmətli Bahar xanım, sizin diqqət və dəstəyinizə çox böyük ehtiyacımız var. Bunun üçün fikirlərinizi və təkliflərinizi dinləmək istərdim. Diqqətinizə görə minnətdaram. Çox sağ ol, çox sağ ol. Təşəkkür edirəm Nurlan. Mən də diqqət etdim ki, siz ictimai fəaliyyətə də çox böyük önəm verirsiniz. Xüsusilə şiddətə dair proseslərə qoşulmanız təqdirə layiqdir və mən düşünürəm ki, layihəniz haqqında da biz danışacağıq. Təşəkkür edirəm. Buyurun. Salam Bahar xanım və bütün qrup üzvləri. Mən Əmrəliyev Fuad, Balakən rayonu Humanitar və Texnik Təmayüllü Liseyin 10 Riyaziyyat İqtisadiyyat sinif şagirdiyəm. Həmçinin Balakən Lisey İntellektual Klubunun sədriyəm. İntellektual oyunlarda rayonumu Respublika səviyyə yarışlarda təmsil edirəm. Günümüzdə aktual olan mövzu koronavirus pandemiyasına görə təlim-tədris prosesi müvəqqəti olaraq dayanıb. Bununla bağlı dövlətimiz virtual məktəb proyektini yaratır. Ancaq hələ də az təminatlı ailələrin məktəbli uşaqları bu proyektə qoşula bilməmişdir. Hal-hazırda 5,2 milyondan çox insan bu virusa yoluxmuş, 338 mindən çox insan isə vəfat etmişdir. Əlbəttə ki, sevindirici xəbərlər də var. Sevindirici xəbərlərdən biridir ki, 2,5 milyondan çox insan bu mübarizədən üzah çıxmış, sağalmışdır. Bilirik ki, vəziyyət də əlaqədar elan edilmiş karantin şəraitində uşaqların təhsildən kənarda qalmamalarını təmin etmək üçün distant təhsilə keçid edilmişdir. Lakin heç də hər kəs distant təhsildən yararlanmaq imkanına malik deyil. Təklif edirəm ki, maddi imkanı çətin, imkansız uşaqların bu cür hallarda təhsildən kənarda qalmamalarını təmin etmək üçün müəyyən mərkəzlər açılsın. Və bu mərkəzlərə maddi imkanı zəif olan uşaqlar ödənişsiz əsaslarla yararlana bilsin. Çox sağ ol Fuad, təşəkkür edirəm. Sən də öz imkansız həmyaşıdlarını düşündüyün və bunun üçün hansı işləri görmək istiqamətində təkliflər verdiyin üçün. Bu barədə də danışarıq. Təşəkkür edirəm. Məhəmməd Məmmədov. Bəli. Əvvəla hər kəs salamlayıram. Adım Məhəmməd Məmmədovdur. 80 saylı tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Özüm haqqında qısaca məlumat vermək istəyərdim. 8-ci sinifdən 11-ci sinifə, yəni bu günə qədər olduğum aktiv sosial həyatımda bir neçə uğurlara imza atmışam. Mən düşünürəm ki, bu uğurlardan mənim üçün həyatımda bir kulminasiya nöqtəsi olan Sabunçu rayon icra hakimiyyətində bir il proqramından keçməyim idi. Çünki mən düşünürəm ki, burada keçirilən tədbirlərdə rayon ictimai-siyasi həyatında keçirilən tədbirlərdə aktiv rol oynayan gənclərdən biriyəm, onlara təşkilatçılıq edən gənclərdən biriyəm. Bundan əlavə paralel olaraq Sabunçu Gənclər Evində 4 aylıq könüllülük proqramından keçməyim, eyni zamanda orada təlimçi kimi fəaliyyət göstərməyim mənim həyatımda silinməz izlər qoydu. Belə ki, mən Sabunçu Gənclər Evində də keçirilən layihələrdə, orada keçirilən intellektual oyunlarda sual müəllifi olaraq çıxış eləməyim mən düşünürəm ki, uğurlarımın içərisində daxildir. Bununla paralel mən bir neçə intellektual oyunların qalibi, Heydər Əliyevin yaxşı təqdimat müsabiqəsinin qalibi, Sabahın Alimlər Respublika müsabiqəsinin xüsusi iştirakçısı və mükafatçısı və sair bunun kimi bir neçə elmi və ictimai tədbirlərin iştirakçısı və qalibiyəm. Bu günlər yaşadığımız dövr yüksək texnologiyalar dövrüdür və biz bilirik ki, yüksək texnologiyalar dövründə artıq hər bir şeyin texnoloji bir, necə deyərlər, həlli, bir yolu vardır. Bu günlər artıq bizim keçdiyimiz dərslər belə onlayn dərsə keçib və biz bunu son 5-10 ildə yox, artıq 15-20 ildir ki, biz bu prosesi davam elətdiririk, bu sistem üzərində çalışırıq. Bütün dünya bu sistem üzərində çalışır.
Və mənim təklifim bundan ibarətdir ki, bu günləri yüksək texnologiyalar dövründə, digitallaşma dövründə institutlarını yüksək texnologiyalarla hibrid bir məhsulunu ortaya qoyaq. Hansı ki, bu məhsul sırf süni intellekt üzərində qurulur və süni intellekt tərəfindən proseslər həyata keçirilir. Belə ki, bu platformada bir nümunə olaraq verim. Məsəl üçün, bir uşaq məktəbdə bir bullying uğrayır, amma bunun bullying olduğunun fərqində deyil. Biz həmin platformanı o formada, süni intellektin o formasını icra edirik ki, həmin yəni uşaq platformaya daxil olaraq başına gələn hadisəni yazır və avtomatik olaraq süni intellekt həmin məsələnin hansı yerdə olduğunu bilir. Əvvəla həmin problemin adını qeyd edir və həmin problemə uyğun olaraq da həll yollarını necə deyirlər verir və bunu eyni zamanda hüquqi baxımdan təmsil edir, hüquqi baxımdan da təqdim edir. Və beləliklə də nəinki uşaqlar, hətta normal yetkinlik yaşında olan böyük insanlar belə bu platformadan istifadə edərək öz hüquqlarını bir addım daha yaxşı bilməyə, necə deyirlər, malik ola biləcəklər. Mən düşünürəm ki, bu Azərbaycan üçün həm innovativ layihədir, həm də maraqlı və uğurlu layihədir. Təşəkkür edirəm. Çox sağ olun. Özünüz öz layihənizə çox yaxşı qiymət verdiniz. Yəqin ki, biz ümumi fikirlərimizi də səsləndirəcəyik və əlbəttə ki, könüllülük fəaliyyətinə qoşulmaq, könüllü üzərinə vəzifə götürmək çox gözəl bir missiyadır və elə bizim bu layihədə komitənin bu il elan olunmuş könüllülük ilinə bir töhfəsidir. Bu sahədəki fəaliyyətiniz də könüllüdür. Ona görə də sizin burada olmağınız heç də təsadüfi deyilmiş. Sizi fəaliyyətiniz bura gətirib çıxarır. Təşəkkür edirəm. Buyurun, Həyat Ağayeva. Salam Bahar xanım. Mən Ağayeva Həyat, Bakı şəhəri Xəzər rayonu 183 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Öz növbəmdə çox dövlət səviyyəli tədbirlərdə, yarışlarda həm məktəbimi, həm də rayonumu layiqincə təmsil etmişəm. Belə deyim, inşallah Azərbaycan gənci, iqtisadçı Azərbaycan gənci olaraq xalqıma, dövlətimə layiqli vətəndaş olmaq arzulayıram. Uşaq səfirliyəsində səfir namizədliyimi irəli sürdüm və səfir seçildim. Bu məndə sevinç hissi oyatdı. Həm də məsuliyyət hissi var idi məndə. Ümidvaram ki, başda siz olmaqla, əməkdaşlarımızla, yoldaşlarımızla, belə deyim, gənc səfirlərlə, mən də daxil olmaqla uşaq hüquqlarının müdafiəsi sahəsində böyük işlərə imza atacağam. Bugün mən Uşaq Səfirlər Məclisində küçə uşaqları mövzusuna toxunmaq istəyirəm. Həyatlarına dəfələrlə ağır zərbələr vurulan, daima qorxu içərisində yaşayan, işləməyə, dilənçiliyə məruz qalan uşaqlarla bağlı bir mövzu. Bu uşaqlarla, onların valideynləri ilə tez-tez tədbirlərin, konferansların həyata keçirilməsini təklif edirəm. Yəni, onların uşaqlarının, hətta onların özlərinin hüquqlarının müdafiə olunmasına kömək etmək istəyirəm. Çünki illərlə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində təkcə qanunların, qərarların qəbul edilməsi də deyil, həmçinin paralel olaraq tədbirlərin, konferansların həyata keçirilməsi ilə inkişaf əldə olunur. Valideyn məsuliyyəti, uşaq hüquqları mövzusunda məktəblərdə, təhsil ocaqlarında elə uşaqların, elə yeniyetmələrin vasitəsilə tez-tez tədbirlərin, konferansların, görüşlərin həyata keçirilməsini təklif edirəm. Yəni, ən azından biz uşaqları başa düşmək, onlarla danışıqlar aparmaq üçün, bir nəticəyə gəlmək üçün özümüzü onların yerinə qoymalıyıq. Məsəl üçün, biz yeniyetməli məktəbdən evə gəlirik və yaxud böyüklərimiz işdən evə gəlir. Yağışlı bir gündür, yağış üstümüzü sıladır. Və biz buna heç fikir vermirik. Baxmayaraq ki, tamamilə islanmışıq. Çünki fikirləşirik ki, axırda isti evimizə, bizi mehribanlıqla qarşılayan ailə üzvlərimizə qovuşacağıq. Bu imkanları ölkəmizin inkişaf səviyyəsinə baxdıqda olmayan demirəm. Məhdud olan uşaqlar var. Biz onların arxasında olduğumuzu göstərməliyik. Birinci dövlətimiz, sonra böyüklərimiz və biz. Sonda Bahar xanım, sizə bir belə sualım olacaqdır ki, siz bir müddət qanunverici orqanda işləmisiniz. Sizcə, müvafiq qanunlarımızın təkmilləşdirilməsinə ehtiyac varmı? Təşəkkür edirəm. Çox sağ ol qızım. Həyat, mən sənin sualına cavab verəcəm qanunlarla və müvafiq sənədlərlə bağlı, amma ilk olaraq onu deməliyəm ki, çox vacib bir məsələyə toxunmuşsun. Həqiqətən də ailə bu pandemiya dövründə göstərdi ki, ən vacib sosial mühitdir ki, insan orada özünü rahat, təhlükəsiz hiss edə bilir. Əlbəttə ki, ailə olmadığı təqdirdə nəinki uşaqlar, heç böyüklər də özlərini rahat hiss edə bilməzlər. Təşəkkür edirəm. Buyurun, Həbib Məmmədov. Salam, hər bir xanım sizə öz təşəkkür bildirirəm. Bu vaxtını ayırıb bizimlə bu gün görüşünüz. Mən Həbib Məmmədov,
Bakı şəhəri Nazim İsmailov adına 80 nömrəli tam orta məktəbində 8-ci sinifində təhsil alıram. Lüzumda matematika adasının finalçısı, zirvə intellektual oyununun iştirakçısı və qalibi, Azərbaycan Uşaq Hüquqlarının Sülh Şəbəkəsinin üzvü, uşaq hüquqlarının pilləli tədrisi dərslərinin fəal partisiyyam. Bundan başqa bir çox müsabiqələrin iştirakçısı və qalibi olmuşam. Həmçinin uşaq səfirlər məclisinə qoşulmuşam və burada uşaq səfirlərdən biri olaraq seçilmişəm. Həqiqətən uşaq səfirlərinə qoşulma görə çox xoşbəxtəm. Çünki fikirləşirəm ki, burada digər uşaq səfirlərin bir yerdə çox gözəl bir komanda olduq. Həmçinin ümid edirəm ki, böyük və uğurlu layihələrə imza atacağıq. İlk növbədə onu qeyd etmək istərdim ki, hal-hazırda Azərbaycanda 70 minə yaxın sağlamlıq imkanı məhdud olan uşaqlar var. Onlar həyatdan küsüblər. Onların bir köməyə, motivasiyaya ehtiyacı var. Və belə birində əlbəttə biz onları unutmamalıyıq. Təklifim isə belədir. Psixologiyası, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların və şəxslərin rəli təşkili ilə bağlı motivasiya xarakterli tədbirlərin keçirilməsi vacibdir. Bu sahədə artırıb, müvafiq orqanlara çatdırılması səviyyəmizə uyğundur. Əlbəttə, bu sahədə dövlətimizin keçirdiyi tədbirlər danılmazdır. Bu sahədə Uşaq Səfirlər Məclisinin müxtəlif təkliflər paketi hazırlayıb, bu veb-saytda sağlamlıq imkanı məhdud olan uşaqlar üçün müxtəlif motivasiya sözü və fiziki məhdudiyyətli insanların uğur hekayələrini paylaşacaq. Bu onlara bir motivasiya kömək olacaqdır. Həmçinin bunu daha geniş yayılması üçün sosial şəbəkələrdə də biz bu işlə məşğul ola bilərik. Orada motivasiyalar və biz Mən də sizə təşəkkür edirəm. Çox vacib bir məsələ ətrafında təklif irəli sürdünüz. İnanıram ki, bunu da reallaşdırmaq mümkün olar və biz sizinlə bunu ətraflı müzakirə edə bilərik. Təşəkkür. Buyurun, Nəcibə Allahverdiyeva. Salam, hörmətli Bahar xanım və məclis iştirakçıları. Mən Bakı şəhəri Səbail rayonu Məhəmməd Rahim adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Allahverdiyeva Nəcibə. Mənim Uşaq Səfirlər Məclisi ilə ilk tanışlığım məktəbimizdə verilən bir elanla bağlı idi ki, hansı ki bu elanda qeyd olunmuşdu. Məktəbimizdən seçilən könüllü şagirdlər videoçarx vasitəsilə Uşaq Səfirlər Məclisinə qoşula bilərlər. Məhz məktəbimiz rəhbərliyimizin də dəstəyi ilə mən bu layihə ilə daha yaxından tanış olanda gördüm ki, Uşaq Səfirlər Məclisinin əsas fəaliyyət istiqaməti uşaqların hüquqlarının qorunması, onların hüquqlarının onlara aşılanması və onların mənafeyinə xidmət edən müxtəlif proyektlərin həyata keçirilməsidir. Və bu da məndə böyük bir həvəs yaratdı və mən bu həvəslə Uşaq Səfirlər Məclisinə qoşuldum. Bunun üzərindən keçən qısa bir zaman dilimindən sonra məni Uşaq Səfirlər Məclisinə səfir kimi qəbul etdilər. Mən buna görə həm məktəb rəhbərliyimizə, həm də komitəyə öz böyük minnətdarlığımı bildirirəm. Digər yoldaşlarım kimi mənim də müxtəlif hüquqlarım var. Bu hüquqlara məktəbimizdə keçirilən müxtəlif intellektual oyunlar və viktorinalarda birinciliklər, həmçinin ASTV-də yayımlanan hazır cavablar teleintellektual oyununda birincilik, ictimai televiziyasında müxtəlif çıxışlar və həmçinin 2019-cu ildə ölkəmizi tanıyaq tur aksiyasında da iştirak etməyi mənim üçün böyük uğurlardan biri idi. Təklifimə gəldikdə isə mən Həbibin fikirlə tamamilə razıyam. Lakin mən istəyərdim ki, bu məsələyə hemofiliya və talasimiya, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqları da aid edək, onları da nəzərə alaq. Koronavirus pandemiyası ərzində karantin rejimi ilə bağlı həmin uşaqların qan ehtiyatı azaldığından Heydər Əliyev Fondunun təşəbbüsü ilə də qan vermə aksiyası keçirildi. Və bu qan vermə aksiyasında bizim komitə böyük bir aktivlik ilə iştirak etdi. Və məsələn, mən buna görə də istəyirdim ki, Uşaq Səfirlər Məclisində bu məsələyə də toxunulsun, istər onların asudə vaxtının təşkili, istərsə də müxtəlif problemlərinin həllində yaxından iştirak etmiş olaq. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Çox vacib məsələyə toxunursunuz və inanıram ki, biz hər cür şəraiti yaradacağıq ki, ən müxtəlif məsələlər burada həllini tapsın və sizin bütün istəkləriniz reallaşa bilsin. Çox sağ olun, Nəcibə, çox sağ olun. Rifah? Bəli. Eşidirik sizi. Bütün konferans iştirakçılarını və bütün izləyiciləri, xüsusilə Ailə Qadın Uşaq Komitəsinin dəyərli sədrini Bahar xanımı salamlayıram və sonsuz təşəkkürümü bildirirəm. Eyni zamanda bütün uşaqları 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Bayramı ilə münasibəti ilə təbrik edirəm.
Hər birimizə uğurlar arzulayıram. Birincisi, özümü təqdim etmək istərəm. Mən Zeynalov Rixafaq, 2004-cü təvəllüdəm. Uşaqlıqdan mən qarşıma məqsəd qoymuşam ki, gələcəkdə istədiklərimə nail olum. Mən Paşa Nəzərov adına 60 nömrəli məktəbdə təhsil alıram. Çoxlu tədbirlərdə, yarışmalarda məktəb adından iştirak edirəm və layiqli yerlərə sahib oluram. Məktəbin bütün işlərində yaxından fəaliyyət göstərirəm. Həmçinin 21-ci əsr istedadlar kitabında yer almışam. Gələcəkdə bu yola irəliyib həyatda layiqli yerlərdən birini tutub, vətənimizə, xalqımıza xidmət göstərmək arzusundayım. Rus məktəbdə oxusam da, mən xarici dillərdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edə bilərəm. Hörmətli Bahar xanım, özümü çox xoşbəxt edirəm ki, sizin uşaq səfirliyi məclisinə yer aldım və bu məclisin etimadını doğrultmaq üçün bütün bacarıqlarımla çalışacağam. Layiqli bir səfir olmağı qarşıma məqsəd qoymuşam. İndi isə təklifimi demək istərdim. Bugün biz informasiya cəmiyyətində yaşayırıq və həyatımızı artıq internetsiz, müasir texnologiyasız təsəvvür etmək çətindir. Ölkəmizin də müasir texnologiyanın tətbiqi sahəsində böyük təcrübəsi və imkanlar vardır. Ümumiyyətlə, internet imkanlardan düzgün istifadə, uşaqların biliklərinin artırılması, beynəlxalq aləmlə əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir. Bu baxımdan mən bir məsələnin üzərində xüsusilə dayanmaq istərdim. Bu məsələ uşaqların internet imkanlardan düzgün istifadə etməsi ilə bağlıdır. Bəzi hallarda uşaqlar nəzarətdən kənarda qalaraq internetdə təhlükələrlə üzləşə bilərlər. Bu sahədə valideynlərin üzərinə böyük məsuliyyət düşsə də, beynəlxalq təcrübədə təhlükəsizlik internetlə bağlı müxtəlif proqramlardan geniş istifadə etdiyini bilirik. İstər internet klublarda, istərsə də ailələrdə provayderlər tərəfindən təhlükəsiz internet təklifi ilə bağlı təcrübələr var. Çox sevindirici haldır ki, 2018-ci ildə uşaqların zərərli informasiyadan qorunması haqqında qanunlar qəbul edilmişdir. Uşaqlar Səfirlər Məclisində mən məhz bu məsələ ilə bağlı layihələr həyata keçirmək istərdim. Təşəkkür edirəm. Çox sağ ol Rifah, mən sənə təşəkkür edirəm. Çox özünə inamlı təsir bağışlayan bir səfirsən və inanıram ki, qarşına qoyduğun bütün hədəflərə nail olacaqsan. Əsas istəkdir. Əgər sən hədəf qoyursansa ki, sən mütləq şəkildə yüksək nailiyyətlər əldə edəcəksən və ona doğru çalışırsansa, İstəmək təkcə azdır, həm də çalışmaq lazımdır. Çalışırsansa, nailiyyətlər mütləq səni müşayiət edəcək. Və mən səni indiyə qədərki qazandığın nailiyyətlər münasibətlə təbrik edirəm və inanıram ki, sən nəinki xarici dillərdə, həm də Azərbaycan dilində yüksək səviyyədə öz biliklərini, təkliflərini, iradlarını yeri gələndə təqdim etmək imkanını təkmilləşdirəcəksən, çünki bu da çox vacib. Sağ olun. Buyurun Müslüm. Əvvəla hər birinizi salamlayıram. Mən Məmmədov Müslüm, Bakı şəhəri Nizami rayonu 242 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Şagirdim olduğum məktəbin bir çox tədbirlərində, təlimlərində, məktəb daxili akademiyalarında iştirak etmişəm, fən olimpiyadalarının qalib olmuşam. Bütün bunlar sonradan Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə tanışlığıma gətirib çıxardı. Mənim ilk tanışlığım 2016-cı ildə 12 nömrəli tam orta məktəbdə keçirilən 5 günlük yay təlimində oldu. Bu yay təlimində keçirilən qrup işlərində fəal üzvlüyün nəticəsində sonralar komitənin digər tədbirlərinə də dəvət alınıb. Məsələn, Şamaxıda keçirilmiş yay düşərgəsində 1 iyun Uşaqların Müdafiəsi gününə həsr olunmuş həm Milli Məclisdə, həm Gəncə Konservatoriyasında keçirilən tədbirdə və ən əsası isə 2017-ci ildə 4-cü Ümumi Respublika Uşaq Forumunda iştirak etmişəm. Prezidentimiz cənab İlham Əliyevin 2020-ci ili Könüllülər ili elan etməsindən bir yerdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni bir layihə başlatdı. Bu layihənin adı Uşaq Səfirlər Məclisi idi. Mən Uşaq Səfirlər Məclisinə qeydiyyatdan keçdim və öz məlumatlarımı, uğurlarımı bir video hazırlayaraq komitənin adresinə göndərdim. Və çox şadam ki, mən də Uşaq Səfirlər Məclisinin bir nümayəndəsiyəm. Bugünkü dövrümüzə toxunmaq istəyirəm. Pandemiya dövrü hələ də davam edib və biz müvafiq şərtlər altında yaşamalıyıq. İstər gigiyena mədəniyyəti olsun, istər sağlam həyat tərzi olsun və digər məsələlərə önəmlə yanaşmalıyıq.
Mənim belə bir təklifim var ki, gələcək onlayn konfranslarımızda bu mövzuya toxunulsun. İçərisində uşaqların onlayn dərsinin keçirilməsi və uşaqların onlayn maarifləndirilməsi, gigiyena və sair digər məsələlərə toxunulsun. Konfrans demişkən, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Facebook hesabında pandemiya dövrünə aid məlumatları, konfransları xalqımıza aşılayırsınız. Bunun üçün də sizə özləri minnətdarlığımı bildirirəm. Dostum Xəlil çox gözəl vurğuladı ki, Uşaq Səfirlər Məclisinin həm Facebookda, həm də internetdə öz səhifəsi açılsın. Biz beləliklə orada öz məlumatlarımızı yerləşdirərək uşaqları onlayn maarifləndirə bilərik. Biz güclüyük və bütün çətinliklərin öhdəsindən bir yerdə gələ bilərik. Dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ ol, təşəkkür edirəm Müslüm. Vacib məsələyə toxunursan və hər halda sizin ölkənin müxtəlif regionlarında yaşayan uşaqların bir araya gələrək müxtəlif məsələləri müzakirəyə çıxarması və bir-birinə dəstək verməsi, bir-biri ilə əməkdaşlığın yollarını araması güclü olmanın əsas şərtidir. Güclü olmaq nədən meydana gəlir? Birlikdən, ideya birliyindən, əməl birliyindən, söz birliyindən əmələ gəlir və inanıram ki, Cənab Prezidentin irəli sürdüyü bu şüar sizin də timsalınızda özünün həqiqi təsdiqini tapır. Çünki əgər uşaqlar da bu şüarın arxasında dayanırsa, onda əlbəttə ki, biz birlikdə güclüyük. Təşəkkür edirəm. Sizin deyəsən çıxışlar bitdi mi? Yox, Yunis. Yenə var, buyurun. Bəli. Hörmətli Bahar xanım və məclis iştirakçıları, hər birinizi bir daha səmimi qəlbdən salamlayıram. Mən Bakı şəhəri Yasamal rayonu 13 saylı tam orta məktəbin 10B sinif şagirdi və Azərbaycan uşaqlarının 3-cü və 4-cü forumun iştirakçısı Quliyev Yunisəm. Və fürsətdən istifadə edərək sizə öz təklifimlə müraciət etmək istərdim. Bildiyimiz kimi 2016-cı ildən etibarən Məktəblinin Dostu layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. Məktəblinin Dostu layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hallar baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn və təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Lakin əfsuslar olsun ki, bu layihə bütün məktəbləri əhatə etmir. Biz çox istərdik ki, Məktəblinin Dostu layihəsi Azərbaycanın bütün məktəblərini əhatə etsin və Uşaq Səfirlər Məclisinə sıx əməkdaşlıq edərək uşaqların əhatə edən problemlər barədə bizə məlumatlar verilsin. Komitə ilə bizim bu səfkidə çox tədbirlərimiz olub və düşünürəm ki, uşaqların yanında sosial işçilərin olması çox vacibdir. Ümumiyyətlə, sosial işin düzgün qurulması məsləhətə uyğun olardı. Məsələnin məclisdə müzakirə edilməsini çox istərdim. Minnətdaram. Təşəkkür edirəm. Düşünürəm ki, sən daha vacib bir məsələni bizim diqqətimizə çatdırdın. Bu məsələ ətrafında daha ətraflı danışmaq və doğrudan da nəzərdə tutduğunuz layihəni reallaşdırmağın vacibliyini bəri başdan qeyd edirəm və buna görə sizə təşəkkür edirəm. Minnətdaram. Buyurun, Abdullah Nağıyev. Hörmətli Bahar xanım və qrup üzvləri, hər birinizi öncəliklə salamlayıram. Mən Bakı şəhəri Nəsim rayonu General Leysinat Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin 7A sinif təmsilçisi Nağıyev Abdullah. Ümumiyyətlə, uşaqların hüquqları, bütün uşaqlar üçün bərabər imkanların yaradılması çox aktual məsələdir. Bu imkan verir ki, bütün uşaqlar cəmiyyətdə bərabər hər tərəfli inkişaf etsin. Bərabər imkanlarla bağlı bir uşaqlarla müzakirə aparanda daha çox səslənən fikirlər valideyn himayəndəsindən məhrum uşaqların inkişafı üçün bağlı imkanlarla olurdu. Mən də sualımı bu istiqamətdə təqdim etmək istərdim. Ölkəmizdə uşaq hüquqları müdafiəsi sahəsində istər sağlamlıq, istər sosial müdafiəsi sahəsində mühüm işlər görür və biz hər birimiz bundan bəhrələnirik. Yaşadığımız cəmiyyətdə ailə qayğısı ilə əhatə olunan uşaqlarla yanaşı, əlavə dəstəyə ehtiyacı olan ailələr və uşaqlar vardır. Nəzərə alsaq ki, bu ailələrdə uşaqlar böyür. Onda onların normal, sağlam inkişafını təmin etmək xüsusi əhəmiyyət kəsb edir. Bu uşaqların hər tərəfli qayğıya hər zaman ehtiyacları vardır. Diqqətinizə görə təşəkkür edirəm, Bahar xanım. Mən Səfirlər Məclisində bu məsələyə toxunmaq istərdim. Təklifim bundan ibarətdir ki, hər birimizin bildiyi kimi xüsusi müəssisələr vardır və burada uşaqlar yerləşdirir. Yəni, pis vərdişlərdən uzaqlaşdırılması uşaqlar yerləşdirir. Mən belə uşaqların pis vərdişlərdən daha tez uzaqlaşdırılması üçün onlarla maarifləndirici görüşlərin keçirilməsini istərdim. Çox sağ ol, təşəkkür edirəm.
Düşünürəm ki, sənin də qaldırdığın məsələ kifayət qədər vacib məsələdir. Və bərabər hüquqlar həm də bərabər imkanların yaradılması deməkdir. Əlbəttə, buna çalışmaq lazımdır. Buyurun, Tuğray Abbaszadə. Hörmətli Bahar xanım və qrup üzvləri, ilk öncə hamınızı salamlayıram. Mən Sumqayıt şəhər İstedad Liseyinin 9-cu sinif şagirdim Abbaszadə Tuğrayam. Uşaq Səfirlər Məclisi ilə tanışlığım yanvar ayında baş verdi. Uşaq Səfirlər Məclisinə qoşulmağımda əsas məqsəd həm ictimai fəallığımı və cəmiyyətə öz töhfələrimi verməkdir. Bugün biz vətənpərvərlik deyəndə ilk növbədə Qarabağ torpağını, bu torpaqlarımızın işğaldan azad edilməsini düşünürük. Aliyə Baş Komandanımız cənab İlham Əliyevin həyata keçirdiyi işlər, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması bizdə inam yaradır ki, tezliklə Qarabağ problemi həll ediləcəkdir. Eyni zamanda dövlətimizin gördüyü işlər də bizim məsuliyyətimizi artırır ki, biz də bu sahədə öz işlərimizlə vətənə olan borcumuzu layiqincə yerinə yetirək. Əlbəttə, musiqimizə, milli dəyərlərimizə, ədəbiyyatımıza hörmətlə yanaşmağımız, hətta dərslərimizi yaxşı oxumağımız belə vətənimizə olan sevgimizi nümayiş etdirir. Bahar xanım, sizin bu istiqamətdə gördüyünüz işlər bizim üçün əsl nümunədir. Siz tez-tez cəbhə xəttində olur, oradakı vəziyyətlə yaxından tanış olursunuz. Elə sizin sonuncu Facebook səhifəsində ATƏT çıxışınızı diqqətlə oxudum. Mən sizin kimi vətənini sevən insanlar, onların gördüyü işlər bizə stimul verir, bizi istiqamətləndirir. Biz bu istiqamətdə bir çox tədbirlər keçirmişik, müzakirələr aparmışıq, ziyalılarımızla görüşmüşük. Bu zaman müxtəlif ideyalar və fikirlər səslənmişdi. Bahar xanım, mən özüm də Azərbaycan Respublikasının bir vətəndaşı kimi, cəmiyyətimizin üzvü kimi, bizim Uşaq Səfirlər Məclisinin Xocalı tədbirində xarici nümayəndəliklərə, Birləşmiş Millətlər Təşkilatına, UNICEF kimi böyük diplomatik nümayəndələr təşkilatlara özümüzün adından həm Qarabağ həqiqətlərini, həm Xocalı həqiqətlərini çatdırmışam. Və mən bunu özümlə Azərbaycan vətəndaşı kimi fəxr edirəm. Və mən həmişə öz yaşadığım müddət, mən həmişə özümə böyük şüar tutmuşam. Nə qədər ki, Qarabağ torpaqları işğaldan azad edilməyib, bugün hamımız Qarabağ övladıyıq və bugün hamımız Qarabağlıyıq, Şuşalıyıq və Xocalıyıq. Bahar xanım, bizə nə məsləhət görərdiniz ki, siz bu istiqamətdə hansı addımlar ata bilərik? Bizə bu sadə tövsiyəniz nə olardı? Diqqətinizə görə minnətdarım. Mən minnətdaram sənə Tuğray, bu gözəl çıxışına görə, bu gözəl fikirlərinə görə həqiqətən də mən əminəm ki, burada iştirak edən bütün uşaqların da ürəyindən keçən fikirləri söylədiniz. Hətta inanıram ki, kimlərsə hətta kövrəldidir. Məsələn, mən özümü çox həyəcanlı hiss elədim sənin bu sözlərindən sonra. Həqiqətən də bugün nə qədər ki, Qarabağ məsələsi həllini tapmayıb. Oradan didərgin düşmüş insanlar öz yerinə, yurduna qayıtmayıb. Ədalət bərpa olunmuyor. Günahkar cəzalandırılmıyor. Bizim hamımız bu mövqedə olmalıyıq. Bizim hamımız Azərbaycan naminə, Azərbaycanlı naminə, Azərbaycançılıq naminə mövqelərimizi, güclərimizi birləşdirməliyik. Əlbəttə, mən fikirlərimi səsləndirəcəm, amma bu məsələni bu şəkildə qoyduğuna görə mən sənə dərindən təşəkkürümü bildirirəm. Çox sağ ol. Çox sağ olun. Rüfət Məmmədov. Bəli. Hər kəsin salam. Mən də bütün səfir dostlarımı və Bahar xanımı salamlamaq istəyirəm. Mən Məmmədov Rüfət, 9-cu sinif şagirdiyəm. 10 ildir ki, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvüyəm. Çiçəyim Uşaq Teatrının aktyoruyam. Bir çox dövlət tədbirlərinin iştirakçısıyam. Televiziya verilişlərinin aparıcısıyam. Və ən əsası Azərbaycanımızı bir çox xarici dövlətlərdə təmsil edib, birinci yerlərin sahibi olmuşam, qalibi olmuşam. Bahar xanım, mən son çıxış edənəm və istərdim ki, çıxışımı daha pozitiv edim. Mənim 6 yaşımdan böyük bir arzum var. Mən istərdim ki, Azərbaycanda 1 iyun bizim günümüzdə böyük bir parad keçirilsin. Bütün dostlarımız, hamımız bir olaq, maskarat paltarlarında yürüş edək. İnşallah gələcəkdə də bunu artıq beynəlxalq səviyyədə də keçirə bilərik. Xaricdən dostlarımızı dəvət edə bilərik. Mən çox istərdim ki, fiziki məhdudiyyətli dostlarımız da bizimlə olsun. Çünki biz hamımız bir yerdə tanış olarıq, dostlaşarıq, əylənərik, mahnı oxuyarıq, rəqs eləyərik.
Amma çox təəssüf ki, bu ilki karantin vəziyyətini nəzərə alaraq biz bu paradı keçirə bilməyəcəyik. Amma mən çox ümid edirəm ki, sizin dəstəyinizlə biz gələn il bu paradı keçirə bilərik. İndi isə ikinci təklifimi sunmaq istəyərdim. Mənim kiçik dostuma hədiyyəm adlı bir məkan yaradılsın. Hər kəsin imkanı və əsasən də istəyi çərçivəsində bu məkana hədiyyə, oyuncaq və ya kitab alıb bu məkana verə bilər. Və imkanı daha az olan dostlarımız da buradan özlərinin xoşuna gələn hədiyyəni gəlib götürə bilərlər. Bu da bizim bir-birimizə köməyimiz və hörmətimizi bəsləyə bilər. Mən indi danışıram, amma gözümə gələndə də daha da qürurlanıram. Misal üçün, hansısa uşağın ad günüdür, bayramdır, ailənin imkanı çatmayıb uşağa hədiyyə almağa və buna görə də bizim məkanımız var. Uşaq ailəsi ilə gəlir bizim məkana, xoşuna gəldiyi hədiyyəni seçir, həm o sevinir, həm də biz sevinirik ki, kimisi sevindirə bildik. Mən istərdim ki, Uşaq Səfirlər Məclisində məhz sosial yönümlü və incəsənət yönümlü layihələrlə mən məşğul olum. Bahar xanım, sizə yaradılmış bu şərait üçün doğrudan çox təşəkkürümü bildirirəm. Çünki Azərbaycanda bir ilkdir və mən çox təşəkkür edirəm ki, mən də bu ilkin içərisindəyəm və mən də bu qrupla birlikdəyəm. Bitirdin Rüfət? Bəli. Çox təşəkkür edirəm Rüfət sənə. Sənin siman bizim hər birimizə yaxşı tanışdı bu illər ərzində. Sən bizim gözümüzün qarşısında böyümüsən. Hər kəs səni öz övladı bilir və bu dostların da səni qardaş və dost kimi qəbul edir. Və mən elə sənin sözlərindən başlamaq istəyirəm. Sondan əvvələ doğru qaydaq. Etiraz etmirsiniz ki, uşaqlar. Və mənim bugünkü görüşdən gəldiyim qənaət nədən ibarətdir? Bu Uşaq Səfirlər layihəsinin reallaşması prosesində mən iştirak etməmişəm. Bu barədə sadəcə məlumatları həmkarlarım mənə veriblər. Mənim üçün maraqlı idi ki, uşaq səfirlər olmaq istəyən uşaqlar kimlərdir? Və onlar özlərini cəmiyyətə necə təqdim edirlər və edəcəklər? Onları düşündürən fikirlər nədən ibarətdir? Narahat edən məsələlər nədən ibarətdir? Arzuları nədir? İstəkləri nədir? Nə əldə etmək istəyirlər? Nə qazanmaq istəyirlər? Kimə hansı yardımları göstərmək istəyirlər? Və siz də bilirsiniz ki, ta qədimdən üzü bəri insanları tanımağın ən yaxşı yolu o insanları dinləməkdir. Və insanın da özünü təqdim etməsinin ən gözəl, ən düzgün yolu danışmaq. Bugün siz danışdınız, mən dinlədim. Və mənə elə gəlir ki, mən sizi lap çoxdan tanıyım. Sizin hər birinizlə mənə elə gəlir ki, sanki şəxsən tanışım. Çünki hər biriniz özünüzü çox layiqli bir şəkildə həm tanıyırsınız, həm də təqdim edirsiniz. Tanıyırsınız, niyə söyləyirəm? Ona görə ki, insanlar var, 70-80 il ömrü yaşayır. Amma ondan soruşanda sən kimsən? Bir neçə kəlməni bir-birinin ardınca söyləyə bilmir. Yəni, özünün kim olduğunu, bu dünyada nə üçün yaşadığını, amalının nədən ibarət olduğunu aydın söyləyə bilmir. Sizin xoşbəxtliyiniz, sizin şansınız ondan ibarətdir ki, siz dünyaya gəldiyiniz qısa bir müddətdən sonra özünüzün kim olduğunuzu dərk etməyə başlamışsınız. Əsası budur. Bilirsiniz, bu Azərbaycanda çox sayılı uşaqlar var və bugün Azərbaycan əhalisinin 26,2%-ni 2.636.000 edir bu. Bu ilin əvvəlinə olan məlumatdır. Uşaqlar təşkil edir. Bu qədər uşaqların içərisində bu layihəyə təbiidir ki, müəyyən sayda uşaqlar maraq göstərdi. Onların da bir qismi sizlər qalib oldunuz. Və qalib oldunuz nəyə görə? Siz özünüzü təqdim etdiniz. Və böyüklər də sizi seçdilər. Deməli, təqdim etməyi bacardınız. Özünüz haqda məlumat ötürməyi bacardınız. Fikirlərinizi aydın ifadə edə bildiniz. Və mənə indi aydın oldu ki, niyə siz seçilmisiniz burada? Bax, bir daha özünüzü seçdiyinizə və seçdirdiyinizə görə sizi təbrik edirəm. Bu sizin həyatınızda hesab edirəm ki, çox böyük uğurdur. Sizin hər biriniz uğurlarınızı sadalayırsınız indi. Müxtəlif maraqlarınız var, müxtəlif tədbirlərdə iştirak edirsiniz, arzularınız var.
Amma bunun nəticəyə çevrilməsi sizin onu necə reallaşdırmaq qabiliyyətinizə bağlıdır. Bax, siz ən böyük nəticənizi hesab edirəm qazanmışsınız. Bilirsiniz, diplomat olmaq asan məsələ deyil. Diplomat olmaq böyük, geniş, hərtərəfli, çox şaxəli biliklərə malik olmaq və o məlumatları, o bilikləri həm ötürmək, həm təhlil etmək, analiz etmək və başqalarına çatdırmaq qabiliyyətinə malik olmaq deməkdir. Və ən əsası insanın fəhmi olmalıdır ki, o hazırki dönəmdə, hazırki durumda nəyə daha çox diqqət etməlidir və hansı məsələyə fikrini yönəltməlidir ki, o məsələ çoxluğun marağına uyğun olsun. O məsələlər insanların fikirlərinə, arzularına uyğun olsun. Ona görə mən hesab edirəm, siz həyatınızın ilk böyük uğurunu qazanmışsınız bu layihədə qalib olmaqla. Bir daha sizi və ailənizi təbrik edirəm, uğurlar arzulayıram. Çox sağ olun Bahar xanım. Çox sağ olun Bahar xanım. Minnətdarıq gözəl fikirlərinizə, gözəl sözlərinizə görə. Bu bir şərəfdir bu sözləri sizdən eşitmək. Hər birimiz mən bilirəm ki, bu dəqiqə ürəklərində fərəh hissi doğur. Dediyimiz sözlər bizə gəldiyinizə görə təşəkkür edirik sizə. Və Bahar xanım, biz səfirlərin də sizə kiçik bir sürprizi var. Bəli. Və mən istərdim ki, mən öz səfir dostlarımı təqdim edeyim. Aydanla Nurlan, gəlin sürprizimizə baxaq. Buyurun dostlar. İcazənizlə. Qoy mən yenə söhbət açım öz diyarımdan, nəğməm ilə bir də keçim söz diyarımdan. Qoy mən yenə söhbət açım öz diyarımdan, nəğməm ilə bir də keçim söz diyarımdan. Bol bəhrəli muğam düzü, mil düzü, Şirvan düzü, gəl gəl deyir Şəm Azərbaycan. Tər gülləri şəfalıdır, göy gölləri səfalıdır, hər yanı gülşən Azərbaycan. Hər yanı gülşən Azərbaycan. El qızları düzüm düzüm Kür qırağında, min gül açıb Gəncəmizin hər budağında, dost belləri Qarabağın dağı qarlıdır, Gen çölləri bu torpağın xoş baharıdır, bol bəhləri muğam düzü, mil düzü, Şirvan düzü, gəl gəl bir Şəm Azərbaycan. Hər günləri şəfalıdır, göy gölləri səfalıdır, hər yanı gülşən Azərbaycan. Hər yanı gülşən Azərbaycan. Hər damlası layla çalan göy Xəzərin var, hər ulduzu nəğmə olan min şəhərin var. Keçdim yenə çiçək çiçək ərmahalından, öz yurdumun doymaz ürək yüz vüsalından. Bol bəhrəli muğam düzü, mil düzü, Şirvan düzü, gəl gəl deyir Şəm Azərbaycan. Tər gülləri şəfalıdır, göy gölləri səfalıdır, hər yanı gülşən Azərbaycan. Hər yanı gülşən Azərbaycan. Hər yanı gülşən Azərbaycan. Bravo uşaqlar. Bravo. Mən sizə dərin təşəkkürümü bildirirəm. Minnətdarlığımı bildirirəm bu gözəl, pozitiv məqam üçün. Və eyni zamanda sizin hər birinizə demək istəyirəm ki, sizin qaldırdığınız bu məsələlər ki var, onlarla bağlı komitə və onun əməkdaşları ciddi şəkildə işləyəcəyik. Sizin qaldırdığınız bu məsələlər ətrafında layihələrinizi gerçəkləşdirməsi üçün imkanları arayacağıq. Təmsil etdiyiniz regionu, rayonu, uşaqları, onların da bu layihələrdə yaxından iştirak etməsi işini təmin edəcəyik. Və ən əsası, uşaq səfirləri adlanan bu ilk layihənin uğurlu olmasını təmin olunması üçün üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik. Buna tam şəkildə əmin ola bilərsiniz. Və bir neçə məsələ, sualla bağlı fikrimi isə mövqeyimi soruşduğunuz üçün onu bildirməyi vacib hesab edirəm.
Və əlbəttə ki, mənim ünvanıma söylədiyiniz o təbrikə, gözəl sözlərə görə minnətdarlığımı bildirirəm və inanın ki, bizim işimiz bundan sonra daim uşaqların özü ilə, uşaqların naminə, onların iştirakı ilə reallaşdırılacaq. Bütün məqamlarda uşaqların iştirakçılığı yüksək səviyyədə təmin olunacaqdır. Və mən ucqar kəndlərdə uşaqlara yardımı nəzərdə tutan, regional təlimləri nəzərdən uşaqdan uşağa layihəsi, Nurlanın layihəsini, Əsmər İsmailovanın layihəsini xüsusilə dəyərləndirirəm. Və ən əsası bu layihələrdə davamlılığın təmin olunmasını, o vasitəçiliyin təmin olunmasının vacibliyini vurğulamaq istəyirəm. Çünki bilirsiniz, bir layihəni başlamaq olar, amma əgər o öz yerində qalacaqsa, özündən sonraki nəsillərə, uşaqlara ötürülməyəcəksə, qırılacaqsa hesab edirəm ki, bu yaxşı olmayacaq. Ona görə də biz istənilən layihələri seçərkən, həm seçərkən doğru qərar verməliyik, həm də onun davamlılığını təmin etməliyik. Ona görə mənim tövsiyəm bundan ibarətdir ki, tərəfdaşları cəlb etməklə yanaşı, onlarla işin davamlı və dayanıqlı olmasına nail olmaq və layihələri ilə seçmək ki, o özü özlüyündə davamı tələb etsin və bir dəfəlik xarakter daşımasın. Yəni, bu məsələlərdə mən sizinlə davamlı olaraq bir yerdə olacaq. Az təminatlı ailələr üçün COVID-19 ilə bağlı maarifləndirmə işinin aparılması, uşaqların dəstəyin verilməsi, bu bizim layihələrimizin tərkib hissəsidir. Sizinlə birlikdə biz bunu daha da genişləndirəcəyik. Məni xüsusilə maraqlandırdı bu süni intellektlə bağlı, uşaq hüquqlarının süni intellektə gibridləşdirilməsi, belə söylədiniz də, mən səhv etmirəmsə. Və bu məsələ ilə maraqlı bir layihədir və zamanın da tələblərinə uyğun gəlir. Biz bunu həm mütəxəssisləri cəlb etməklə, həm də sizin özünüzlə daha yaxından fikirlərinizi öyrənməklə bu istiqamətdə addımlar ata bilərik və hesab edirəm, bu da faydalı ola bilər. Küçə uşaqları ilə bağlı məsələ Həyat Ağayeva qaldırmışdı burada. Xüsusilə valideyn məsuliyyəti ilə əlaqədar. Bilirsiniz ki, uşaqlar küçədə elə belə öz başına meydana gəlmirlər. Bu, ailədə müəyyən problemlər olur ki, uşaqlar küçəni seçirlər. Çox təəssüf ki, seçməyə məcbur olurlar və onları ailələrə qaytarmaq üçün, qazandırmaq üçün cəmiyyətə biz nə etməliyik ki, onun üzərində əlbəttə ki, sizinlə birlikdə düşünməliyik. Çünki o uşaqların düşüncələrini, onların problemlərini və bu problemlərin səbəblərini sizdən yaxşı anlayan ola bilməz. Çünki onlar sizinlə daha açıq ola bilərlər və siz uşaq səfirləri olaraq məhz o küçə uşaqları ilə ünsiyyətdə olmalı. Düşünürəm, layihənin məzmununda bu yer almalıdır. Ünsiyyətdə olmalı, onları buna vadar edən səbəbləri bilməli və bu səbəbləri aradan qaldırmaq üçün yollar aranmasında iştirak etməlisiniz. Hesab edirəm, bu çox ciddi nəticə verə bilər və mən sizinlə rəqabət ki, burada... Yəni, bu uşaqların, küçə uşaqlarının sağlamlıq hüququ, təhsil hüququ və bununla yanaşı valideyn himayəsində məhrum olmaq kimi hüquqları kobud şəkildə pozulur və Uşaq Səfirlər Məclisi də sırf bu hüquqların qorunması, uşaqların tam şəkildə qorunması üçün çalışacaqdır sizin dəstəyiniz və diqqətiniz sayəsində. Və mən düşünürəm ki, burada siz də razı olarsınız, yəqin ki, valideyn məsuliyyətini ciddi şəkildə almağa ehtiyac vardır. Bilirsiniz ki, bəzən səhlənkarlıq ucbatından, diqqətsizlik ucbatından, böyüklərin öz maraqlarını daha üstün tutaraq, öz işlərini daha çox düşündüklərindən və uşaqları nəzarətsiz qoyduqlarından, çox zaman bu uşaqların həyatı bahasına başa gəlir, onların sağlamlığına ciddi ziyan dəyir, pis vərdişlərə qoşulur və pis insanlarla ünsiyyətdə olur və belə halların çox ciddi, ağır nəticələri. Ona görə düşünürəm ki, biz valideyn məsuliyyətinə ciddi diqqət etməliyik və xüsusilə bu fikirlər sizin dilinizdən səslənərsə, Uşaq Səfirlər bu məsələni təbliğat prosesində istifadə edərlərsə, bunun çox ciddi nəticələri ola bilər. Əlbəttə ki, qanunverici aspektini də biz böyüklər nəzarətdə saxlamalıyıq. Burada sual oldu ki, qanunları dəyişməyə, qanunverici sahədə dəyişikliyə ehtiyac varmı? Mən düşünürəm ki, Azərbaycan parlamenti bu diqqətdən kənarda qalan küçədə gününü keçirən uşaqlarla bağlı qanunverici aspektdə bütün addımları atıb sadəcə bununla əlaqədar digər sənədləri, digər normativ aktları diqqətdən keçirmək
və onların mexanizmlərini, çevik reallaşdırma mexanizmlərini tapmaq və ona nəzarət etmək funksiyalarını daha da təkmilləşdirməyə ehtiyac var. Düşünürəm, bunu da sizinlə birlikdə edə bilərik. Psixoloji motivasiya ilə bağlı burada fikir səsləndi Həbib Məmmədovun çıxışında. Həbib Məmmədov xüsusi veb-sayt yaratmaq təklif elədi. Mən düşünürəm ki, niyə də yox, indiki bu informasiya texnologiyalarının inkişafı və əlçatanlığı zamanında biz bunu edə bilərik və siz əlbəttə ki, müəyyən çərçivələr daxilində fəaliyyət göstərə və sizin böyük köməkçilərinin, yaşca böyük olan köməkçilərinizin iştirakı ilə veb-saytı yaradıb və idarə edə bilərsiniz. Biz dəstəyimizi bununla bağlı verəcəyik. Hemofiliya və talassemiyalı uşaqlara diqqət və qayğı ilə bağlı bilirsiniz ki, komitəmiz bunu hər zaman diqqətdə saxlayır və biz elə bu yaxınlarda Mehriban xanımın və Leyla xanımın çağırışına ilk cavab verən qurum olduq və bilirsiniz ki, 300 nəfərdən artıq insan qan vermə aksiyasında iştirak elədi və bu biz hələ də davam edir və əlbəttə ki, siz səfirlər olaraq digər həm uşaqları çağıra bilərsiniz ki, onlar da öz valideynlərinə çağırış etsinlər. Sağlam, hər bir sağlam insan, hər bir sağlam valideyn öz ailəsində olmasa da belə digər ailələrdə yaşayan talassemiyalı, hemofiliyalı uşaqların qanla təmin olunması işinə öz töhfəsini versin. Bax, burada uşaqdan uşağa çağırışı burada işə yaraya bilər ki, hər bir uşaq öz evindəki valideynlərini buna təşviq edə bilsə, hesab edirəm ki, geniş təşviqata ehtiyac qalmaz. Bax, biz bunun sizinlə birlikdə mexanizmini tapa bilərik. Rifah Zeynalov onlayn təhdidlər barədə danışdı. Bilirsiniz ki, indi onlayn layihələr genişləndiyi və əlaqələr sıxlaşdığı üçün düşünürəm, onlayn şiddət və zorakılıq halları da uşaqlara qarşı artır. Ona görə bu çox vacib bir məsələdir. İndiki məqamda bu məsələnin də mümkün yollarını tapmaq və proqram təkliflərini vermək olar. Düşünürəm ki, biz bunu da sizinlə birlikdə həll edə bilərik. COVID-19 ilə bağlı gigiyena sahəsindəki maarifləndirmələr hər zaman faydalıdır və vacibdir. Bilirsiniz ki, bu təkcə uşaqlara qarşı deyil, çox təəssüf ki, böyüklərə qarşı da bu işi aparmaq lazımdır. Özünüz görürsünüz ki, Azərbaycan dövləti hər bir vətəndaşımızın, ailələrin, uşaqların COVID-19 virusundan qorunması üçün lazım olan bütün vacib addımları atmaqdadır və Azərbaycan dövlətinin, ölkə prezidentinin verdiyi qərarlar bugün bir çox inkişaf etmiş ölkələrin marağına səbəb olur və onlar Azərbaycan təcrübəsini öyrənməkdədirlər. Buna görə biz maarifləndirmə işini dayandırmadan aparmalıyıq və əlbəttə ki, siz də öz həmkarlarınız, dostlarınız arasında bu işi aparmalısınız ki, onlar da ailələrində bu işə əməl olunmasına nəzarət etsinlər. Uşaqlar nəzarət etsinlər ailələrdə bu gigiyenik qaydalara əməl olunmasını. Yunis sosial işin vacibliyini vurğuladı. Düşünürəm, Yunis çox vacib bir işə diqqət yetirmisiniz. Xüsusilə bu təlimlərin təşkil olunması vacibdir, mən düşünürəm burada. Çünki Məktəblinin Dostu layihəsi prosesinə qoşulmaq üçün bir sıra tədbirlər, daha çox tədbirlər keçirmək olar. Amma düşünürəm, bizim qurumun, bizim fəaliyyət sahəmizin bizə vacib buyurduğu istiqamətlər var ki, onlardan biri də sosial işin təşkilidir və təlimlərin keçirilməsidir. Biz bu məsələni məktəblərdə, təhsil müəssisələrində təşkil olunması layihəsini alqışlayırıq. Bunun mümkün həlli variantı istiqamətində axtarışlarımızı aparacağıq. Abdullah Nağıyev, bərabər hüquqlar, bərabər imkanlar, xüsusilə valideyn himayəsindən məhrum olmuş uşaqlara və əlavə dəstəyə ehtiyacı olan uşaqlarla bağlı məsələni qaldırdı. Bəli, burada inklüzivlik təmin olunmalıdır, mən düşünürəm və biz təkcə hüquqları bəyan etməklə deyil, onun reallaşması üçün bərabər imkanlar yaratmaq, bərabər nəticələrin əldə olunmasına çalışmalıyıq ki, bunun üçün vacib olan əlavə dəstək proqramlarına da komitə öz dəstəyini verəcəkdir. Xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı olan təklif. Tuqay, mən bununla bağlı sənə öz təşəkkürümü bildirdim, bir daha vurğulamaq istəyirəm. Minnətdaram. Bilirsiniz ki, Azərbaycan
bu prosesdə çox ciddi itkilərlə üzləşib, biz nəinki ərazilərimizi itirmişik, çox saylı soydaşlarımız həlak olub, mədəniyyət abidələrimiz dağıdılıb, yurtlarımız dağıdılıb və oradan insanlar didərgin çox ağır, çətin durumda yaşayırlar. Xüsusilə bu prosesdən daha çox əziyyət çəkənlər uşaqlar olub. Baxmayaraq ki, uşaqların burada heç kim üçün təhlükə kəsb etmədiyi hər kəsə bəllidir, amma bilirsiniz ki, hər zaman Ermənistan işğalçılıq təcavüz siyasətinə əsaslanan ordusu daim mülki vətəndaşları, xüsusilə uşaqları nişan alır. Bilirsiniz ki, snayperlərin gülləsinə tuş gələn yox, xüsusi nişan alınan Azərbaycan uşaqları var ki, onlar həyatlarını itirmişlər. Bu münaqişə prosesində itirib. Bilirsiniz ki, çox saylı yaralananlar, sağlamlığına ziyan dəyən uşaqlarımız var. Taleyi bəlli deyil, bilinmir o indi haradadır, əsir götürülüb, girov düşüb, ölüb qalıb bəlli deyil. Onların bugün terrorçu kimi yetişdirilməsi ehtimalları var, onların orqanlarından istifadə edilməsi ehtimalları var, tamamilə başqa istiqamətlərə yönəldilməsi ehtimalları var. Çox təəssüf ki, nə onların valideynlərinin, nə bizim məlumatımız yoxdur. Bilirsiniz ki, bu münaqişədə xüsusilə Xocalı qətliamı baş verərkən çox saylı uşaqlar valideynlərini itirdilər. Onlardan bir çoxu, 130 nəfəri valideynlərindən birini, 25-i isə valideynlərin hər ikisini itirdi. Bu çox ağır bir faciədir, ağır bir prosesdir. Az yaşlı uşaqların çiyninə düşmüş çox ağır bir yükdür və çətinlikdir. Əlbəttə, bu yükü daşımaq çox ağırdır və Azərbaycan dövləti və cəmiyyəti bununla bağlı lazımi addımları atmaqdadır. Və biz düşünürəm ki, bu bayram günündə dünyaya çağırış etməliyik sizinlə birlikdə. Məsələn, uşaq səfirlər olaraq sizin dünyaya ilk çağırışınız hesab edirəm bu mövzuda olmalıdır. Biz əlbəttə ideyalarımızı burada səsləndirə, onların reallaşdırılması yolları barədə müzakirə apara bilərik, amma mən düşünürəm, bu mənim təklifimdir. Mən sizə təklif edirəm ki, siz bəlkə komitə əməkdaşlarının da köməyi ilə sabah 1 iyun münasibəti ilə bütün dünyaya bir çağırış edəsiniz, siyasətçilərə bir çağırış edəsiniz. Bugün dünyanın münaqişə və müharibəyə məruz qalmış bölgələrindəki uşaqların da mənafeyini müdafiə etməklə bir çağırış edəsiniz ki, dünya siyasətçiləri işlərini elə qursunlar ki, maraqlarını elə reallaşdırmağa çalışsınlar ki, ondan uşaqlar ziyan çəkməsin, ondan insanlar ziyan çəkməsin. Və uşaq qatilləri heç zaman hakimiyyətdə təmsil olunmasın. Uşaq qatillərini təbliğ edənlərə, bunu öz fəaliyyətində rəhbər tutanlara, beynəlxalq siyasi arenada yer olmasın. Siz belə bir müraciət hazırlaya bilərsiniz ki, dünya siyasətçiləri, beynəlxalq təşkilatlar təcavüz siyasətlərdə rəhbər tutan Ermənistan kimi dövlətlərin rəsmiləri ilə bir masa arxasında əyləşməsinlər. Uşaq qatili ilə hər hansı bir layihə, hər hansı bir müqavilə imzalamasınlar. Sizin belə bir çağırışlarınız olmalıdır və düşünürəm ki, siz bununla da bütün dünyaya səs salmış olarsınız və özünüz haqqında, öz tələbləriniz haqqında çox ciddi bir çağırış etmiş olarsınız. Bahar xanım, üzrlü hesab edeyim sözünüzü kəsdiyimə görə. Yəni biz Uşaq Səfirlər Məclisi olaraq 1 iyuna görə bir çağırış hazırlamışıq. Yəni burada Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününün 70 illiyidir bu il. Bunun üçün müxtəlif qeydlər aparmışıq orada, Uşaq Səfirlər Məclisi olaraq. Hər kəs burada öz fikirlərini bildirib, yəni bunlar hazır var. Səfirlər elə bir komitənin əməkdaşları ilə birlikdə biz bu bəyanatı hazırlamışıq. Çox gözəl, çox gözəl. İndi hazır mən... Bahar xanım, bir də bağışlayın. Buyurun. Sözünüzü kəsirəm. Buyurun, Tuğra. Biz bəlkə də burada hamımız... Siz bəyək Xocalıda öldürülən, qətlə yetirən uşaqlarımızdan, körpələrimizdən söz açdınız. Bəli, çünki onların özləri də şəhidlərimiz hesab olunur və biz də hər birimiz burada iki sözün birləşməsindən yaranan şəhid sözündən ən ali məqamdır. Və biz hər zaman şəhid adı keçdikdə dərin bir gözümüzə yaş gəlir, dərin bir sükuta qərq oluruq. Çünki şəhidlik ən ali məqam və ən ali zirvə hesab edilir. Və mən düşünürəm ki, biz də bu həm şəhidlərimizlə ən əsası da
uşaq səhvləri müəssisəsi olaraq Xocalda öldürülən 63 uşağın səsini dünyaya çatdıra bilərik. Çünki bu gün artıq 28 il az müddət deyil və həmin uşaqların bu gün taleyi haqqında heç bir məlumatımız yoxdur. Və mən ümid eləyirəm ki, və mən həmişə hər gün bu ümidlə yaşamışam ki, Xocalda olan uşaqların bu gün aqibəti taleyi tezliklə açıqlanacaq. Onlar tezliklə öz doğma vətənlərinə qayıdacaqlar. Və mən bunu çox səbirsizliklə gözləyirəm. Təşəkkür edirəm. Çox sağ ol Tuğra. Başqa bir söz demək istəyən var bu mövzuda? Buyurun Ayda. Bir şey də mən həmçinin qeyd etmək istərdim ki, bugün təkcə həmin dövr münaqişəsi vaxtı həlak olan, yəni taleyi hələ də məlum olmayan uşaqlar deyil, həmçinin bu günləri də sərhəd zonalarında, yəni sərhəd xəttində yaşayan uşaqlar var ki, yəni onların ailələri ilə yanaşı, onların özləri də əziyyət çəkirlər, onlar rahat məktəbə gedə bilmirlər və bu da onların təhsil hüququnun pozulması deməkdir. Qarşı tərəfin belə deyim ki, müdaxiləsi nəticəsində uşaqların ən birinci elə təhsil hüququ pozulur, rahat yaşamaq hüququ pozulur. Atəşkəsin elan olunmasına baxmayaraq bunun bəzən pozulması nəticəsində hətta olur ki, uşaqlar belə deyim, gülləyə tuş gəlirlər və bu məsələlər hökmən dünya ictimaiyyətinə daha da qabarıq şəkildə çatdırılmalıdır. Mən ümid edirəm ki, bizim Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın bütövlüyü tezliklə bərpa olunacaqdır və biz ümid edirəm ki, konferanslarımızın birini elə Qarabağda, Şuşada, həmin ərazilərdə keçirəcəyik, oraların uşaqları ilə əlaqələr yaradacağıq, orada bayrağımızı sancacağıq inşallah. Bir mənalı, çox sağ olun. Başqa söz demək istəyən var bu mövzuda? Mən demək istəyərdim fikrimi. Buyur Məhəmməd. Mən təşrif edirəm ki, biz bu məsələ ilə bağlı əsasən biz bilirik ki, Azərbaycanın ən güclü, Avropadakı, ümumiyyətlə dünyadakı ən güclü qolu onun diasporasıdır və mən təşrif edirəm ki, biz diaspor təşkilatlarının rəhbərləri ilə, onların üzvləri ilə xüsusi əlaqələr quraraq onların olduqları oyunlar hansı formada inkişaf edirlər, hansı formada qarşı tərəfi siyasi yolla sustururlar, onlar haqqında ətraflı məlumat alaq və proseslərin hansı formada getdiyini, hansı formada cərəyan etdiyini öyrənək və düşünürəm ki, bu bizim daha sonra bir planlı şəkildə necə deyərlər, bir görüş və yaxud bir aksiya başlamağımıza səbəb ola bilər. Ən azından bir necə deyərlər, məlumat olaraq biz onları ala bilərik. Maraqlı təklifiniz, çox sağ olun. Buyurun, başqa. Həmçinin Bahar xanım, bu erməni vandalizminin bir sübutudur ki, bugün atəşkəs rejimində yaşayır bizim Azərbaycanlı uşaqlarımız, Azərbaycan vətəndaşlarımız. Lakin atəşkəsə baxmayaraq onlar bizim uşaqlarımızı qətlə yetirirlər. Bizim heç bir günahı olmayan uşaqlarımız gülləyə tuş gəlir. Bəs buna görə mən düşünürəm ki, erməni cəlladlığını, erməni vandalizmini həm biz, həm böyüklərimiz, həm siyasətçilərimiz dünyaya çatdırmalıyıq ki, dünya da ermənilərin əsl üzünü görsün. Tam doğru, tam doğru. Buyurun. Xanım, mənim də belə bir fikrim var ki, məncə bu yanaşmanı daha çox biz izləyiciyə daha asan anlaşılsın deyə biz ona kino, film və yaxud hansısa bir rəsm formatında çatdırsaq, yəni məncə onun təbliğatı daha asan yolla gedər. Nümunə kimi gətirə bilərəm ki, cəbhə zonasındakı bir uşağın həyatı və qısa metrajlı bir film. Bunun həm təbliğat yolu daha asan da olar, həm də izləyiciyə baş verən məlumatlar daha ətraflı forması daha asan qəbul olunar. Mənim də belə bir təklifim var. Tam doğru Yunus, düz deyirsiniz. Buyurun, başqa? Biz hər birimiz Qarabağ Azərbaycanın bir ürəyinin parçasıdır. Yəni biz 28 ildir artıq bir ürək parçasız yaşayırıq. Yəni heç bir insan bir ürəyinin parçası olmadan yaşaya bilməz. Yəni Azərbaycan xalqı tez bir zamanda Qarabağ qaytaracaqdır. Yəni biz hər birimiz bu ümidlə yaşayırıq. Sağ olun, sağ olun. Buyurun Əkrəm, buyurun. Bugün uşaqların müdafiəsi günüdürsə, yəni bugün deyil əslində sabahdır. Biz Afrikada yaşayan susuz qalan uşaqların da hüquqlarını toxunmadan qala bilmərik. Biz bu dəqiqə burada rahat oturub kompüterin və yaxud telefonun başında bir-birimizlə əlaqə qura bilirik. Kimisi öz internetinin zəifliyinə şikayət edir və yaxud kimisi evdə süfrəsinə qoyulan bir yeməyi bəyənmir.
Amma biz düşünmürük ki, Afrikada bizdən belə azınazaqlı vəziyyətdə yaşayan, sığınmalı ev də tapa bilməyən uşaqlar var. Bu COVID-19 virusunun olduğu yayıldığı bir müddətdə biz hamımız öz evlərimizə sığındıq, karantin rejimində öz evimizdən çölə çıxmağa çox böyük səy göstərir. İnternetdə gördüyüm bir şəkillə deyə bilərəm, nümunə kimi. Dünya yanıyor ahəstə, həm də çocukları öldürməyən bir virüsdür. Yəni bu virus uşaqlara düz toxunmadı, amma əlimizdən gələni lazım olan bütün təşkilatlara öz iradımızı bildirməliyik. İstər UNICEF, istər BMT, istər Uşaq Hüquqları Konvensiyası fərq eləmir. Biz təkcə bir uşaqsa bütün dünyanın uşaqları birdir. Biz bir uşaqsız, dünyadakı bütün insanları, yəni bütün hüquqları pozan şəxsləri düşünməliyik. Təkcə Qarabağda olanları demirəm, ümumiyyətlə bütün dünyanın uşaqlarının hüquqlarının olması səy göstərir. Məncə bizim təşkilatın əsas məqsədlərindən biri olmalıdır. Tam doğru buyurursa Əkrəm, mən təsadüfən demədim ki, dünyanın müharibəyə və münaqişəyə cəlb olmuş bölgələrində bundan əziyyət çəkən uşaqların da hüquqları barədə fikirlərinizi deməlisiniz. Və bu sahədə məhz müharibə kontekstində bütün dünya uşaqları, hüquqları pozulmuş uşaqların hüquqlarının qorunması üçün səsinizi qaldırmalısınız. Yəni, təkcə biz Xocalıda və Qarabağın digər bölgələrində həlak olmuş uşaqlar və yaxud da münaqişədən əziyyət çəkən uşaqları deyil, ümumilikdə bu təcrübədən çıxış edərək və bu sahədə daha çox əziyyətlər çəkən xalqlardan biri olaraq digər xalqları da daha yaxşı anladığımız üçün bu məsələ ilə bağlı ilk olaraq çıxış etməniz, müraciət etmənizin vacib olduğunu vurğuladım. Mən çox şadam ki, sizin hər biriniz bu məsələyə belə emosional və həyəcanlı, eyni zamanda dəqiq və konkret münasibət bildirə bilirsiniz. Bax, bu onu göstərir ki, siz problem və yaxşı həyatın hər üzünü görmüş, bilmiş və anlamış uşaqlarsınız. Ona görə də səfir olmaq sizin taleyinizdir. Bugün uşaq səfir, gələcəkdə yəqin ki, əsl diplomat olacaqsınız. Mən əminəm, sizin sıralarınızdan gələcəkdə diplomatlar mütləq şəkildə çıxacaq. Biz bu müraciətin üzərində işləyərik, sizinlə birlikdə çox mükəmməl bir sənəd hazırlayarıq və aidiyyəti orqanlara da, aidiyyəti dairələrə də göndərərik. Mən sözümü Rüfətin fikri ilə tamamlamaq istəyirəm. Rüfət, sən çox pozitiv uşaqsan özündə. Pozitiv gəncsən bugün artıq və çox da pozitiv bir təklif irəli sürdün. Nə qədər çətinliklərdən, problemlərdən danışsaq da insan xarakteri belədir ki, o sonda pozitivə köklənmək istəyir. Çünki belə olmasa, biz o problemlərin həlli üçün özümüzdə güc tapa bilmərik. Bəzən bugün sual olur, kimlərsə bizə irad tutur. Deyirlər ki, ölkə müharibə vəziyyətindədir, haradasa şən tədbirlər keçirilsin, ya keçirilməsin və yaxud da toylarımız olsun, ya olmasın. İnsanlar yaxşı həyat üçün çalışsın, ya çalışmasın. Amma düşünürəm ki, bunlar müxtəlif müzakirələr səbəb olsa da, amma doğru düzgün qərarı elə Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti və dövləti verir. Hər bir insan yaşadığı dönəmdə, Tanrıdan ona ayrılmış ömürdə rahat yaşamaq istəyir. Gözəl günlər görmək istəyir. Rifah içərisində olmaq istəyir. Şənlənmək istəyir. Şənləndiyi yerdə hətta həyəcanlanıb kövrəlmək də istəyir. Bütün bunlar insana xas olan keyfiyyətlərdir. Və onların hamısı bizdə varsa, deməli biz onların hamısını ifadə etməliyik. Sosial iş, psixoloji iş nə üçün lazımdır? Bax, siz təklif edirsiniz bunları. Ona görə ki, insanlar ağlamaq istədikləri vaxt rahat ağlaya bilsinlər. Kövrəlməkdən utanmasınlar. Qəzəbli olduqda qəzəblərini ifadə edə bilsinlər. Uşaqlıqdan bilirsiniz, bəzi çətin tərbiyə olunan uşaqlarla psixoloqlar işləyirlər. Sosial işçilər işləyirlər və onlar təlqin edirlər ki, insanlar, yəni uşaqlar uşaqlıqdan hissiyatlarını yaşamağı və ifadə etməyi öyrənsinlər. Bu olmadığı təqdirdə insan özünə qapanır, bütün hisslər içəridə qalır və onu ifadə etmək vərdişləri də olmur və kompleks içərisində yaşayır. Ona görə düşünürəm, biz bütöv xalqımızı kompleks içərisində yaşamağa məcbur edə bilmərik. Bəli, bizim Qarabağ adlı bir problemimiz var.
onu da dərd edərək bütün gün ağlamaq yox, onu necə aradan qaldırmağın yollarını düşünmək, bunun üçün birləşmək, bunun üçün bir olmaq, güclü olmaq lazımdır. Güclü olmaq isə hörmətli biz bu problemə görə bir olmalıyıq. Bir yumruq kimi birləşməliyik. Torpağımıza, vətənimizə, bayrağımıza daha da bağlanmalıyıq. Qanla, o rəhmətə gedən, yəni öldürülən, vəhşiliklə öldürülən uşaqların qanının yerdə qalmaması üçün biz bugün məyus olmamalıyıq. Biz bütün uşaqlar bir birlik yaradaraq o uşaqların qanının yerdə qalmaması üçün çalışmalıyıq. Bütün beynəlxalq arenalarda həmin uşaqların səsini duyurmalıyıq. Tam doğru buyurursan, mən sənə söylədiklər. Bütün bunları söyləməklə demək istəyirəm ki, Rüfət, sən gözəl bir təklif qaldırdın və arzun da çox gözəldir. Mən əminəm, hər kəs bu arzuya qoşulur ki, elə bir gün olsun, bu pandemiya aradan qalxsın, insanlar sərbəst həyata tam şəkildə qayıtsınlar və biz sizin söylədiyiniz o bayram tədbirini geniş şəkildə qeyd edə bilək və sizin nəzərdə tutduğunuz proqramı reallaşdıra bilək. Və bunun üçün də Azərbaycan dövləti maksimum səylərini qoyur. Biz bugün dövlətimizin yaratdığı şəraitdən istifadə edərək həm özümüzü inkişaf etdirməli, həm ətrafımıza diqqət etməli, həm öhdəliklərimizi, vəzifələrimizi başa düşməli, öz xalqımızın və dünya xalqlarının bəşəriyyətin qarşısında dayanan problemləri həll etmək üçün özümüzdə güc tapmalı, özümüzə vərdiş aşılamalı, biliklərimizi genişləndirməli, sıralarımızı, dostlarımızın sırasını genişləndirməli. Bilirsiniz də, diplomatların, səfirlərin ən əsas vəzifəsi düşməni neytrallaşdırmaq, dostları sırasını genişləndirmək və gücünü artırmaqdır. Ona görə də siz öz aranızda bir olmalı, bax, qoşuluram mən Nurlan sənin sözünə, bir olmalı, güclərinizi birləşdirməli və dövlətin yaratdığı şəraitdən istifadə edərək nəzərdə tutduğunuz layihələri gerçəkləşdirməlisiniz. Rüfət barmağını qaldırıb nəsə söyləmək istəyir. Buyur görək. Bəli, mən də demək istərdim ki, mənim layihəmlə əlaqədar. Hətta mən orada çox böyük həvəslə, könüllü kimi də işləyə bilərəm. Yəni ki, biz bunu əgər özümüz üçün eləyiriksə, Azərbaycanımız üçün eləyiriksə, biz bu layihəyə öz ürəyimizi qoymalıyıq. Şəxsən mən buna hazıram. Və mənim evdə qardaşım da var. Onun da 9 yaşı var. Yəni ki, mən də bunu öz qardaşıma öyrədəcəm ki, o da gələcəkdə bizim kimi layihələrlə hazırlaşsın, kömək olsun, Azərbaycanımıza kömək etsin və hər kəs öz dostlarına, öz ailəsinə, qardaşına, bacısına bunu öyrətsə, bu ənənə ilə davam edəcək və düşünürəm ki, hamımıza yaxşı olacaq. İnşallah. Bahar xanım, olar məndə bir fikir söyləyim. Buyur. Bahar xanım, mən də həmkarlarımın, yoldaşlarımın fikrinə qoşuluram və ən əsas da Nurlan da bayaq söylədi, Rüfət də söylədi ki, biz həm öz tariximizi, qardaş və bacımız olsa hamısını bunu tam layiqincə, tam tərif edilmədən ötürməliyik. Çünki Azərbaycan xalqı da az əziyyətlərdən çıxmayıb və 71 ilə yaxın müddətdə müstəmləkə şəraitdə yaşayıb, Sovet imperiyasının tərkibində olub. Lakin elə dövlətlər var ki, onlar müstəmləkə şəraitində öz dilləri, öz tarixini unudurlar. Azərbaycan xalqı isə bunu unutmağa imkan vermədi. Həm öz milli maraqlarını, həm öz dəyərlərini, milli mənəvi dəyərlərini bugünə tam şəkildə çıxara bildi. Çünki belə bir deyim var, Azərbaycan torpağı da qanla yoğrulmuş torpaqlardandır. O şəhidlərimizin ruhu naminə, o şəhidlərimiz torpağa düşmüş qanın naminə biz bugün irəli daha uğurla və xoş ümidlərlə addımlamalıyıq. Diqqətinizə görə bir daha minnətdarım. Sağ olun. Mən bir daha bu uşaq səfirlər layihəsini reallaşdıran şəxslərə, komitənin bu sahədə əməyi keçən əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm. Düşünürəm ki, onlar çox gözəl bir iş başladıblar ki, Azərbaycan uşaqlarının qabaqcıl və fəal hissəsinin nümayəndələri burada təmsil olunurlar və biz bugün belə gözəl bir müzakirə keçirdik və bu müzakirələr mənə çox şeyi aşkar elədi və mən bundan sonraki fəaliyyətimdə sizə əmin edirəm ki, bu aşkar elədiklərimi mütləq şəkildə öz fəaliyyətimdə rəhbər tutacağım və biz sizinlə birlikdə üzərimizə götürdüyümüz missiyanı ləyaqətlə daşımağa davam edəcəyik. Və mən bir daha sizi bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, dünya ölkələri və xalqlarının
birləşdirən dəyərlərə daha çox diqqət yetirilsin bundan sonra, nəinki ayıran. Və bu pandemiya həm də insanları bir düşünməyə vadar elədi. Yəqin ki, siz təsdiq edərsiniz bunu. Ki, biz indiyə kimi yaşamışıq, fərd olaraq, toplum olaraq, dövlət olaraq, münasibətlərimizi necə qurmuşuq, tərəfdaşlarımızla necə səmimi ola bilmişik, necə öz maraqlarımızı başqa maraqlardan üstün və yaxud da aşağı tutmuşuq. Hər halda insanlıq düşünməyə məhkumdur və mən düşünürəm ki, nəticə də çıxarmağa məhkumdur. Bundan sonra, pandemiyadan sonra dünyada müəyyən dəyişikliklərin olacağına mən əminəm, amma biz çalışmalıyıq ki, bu dəyişikliklər pozitivə doğru olsun, negativə doğru yox. Odur ki, biz bu bayram ərəfəsində bütün dünya uşaqlarına xoşbəxtlik, səadət, təhlükəsiz həyat arzu etməklə yanaşı, eyni zamanda Azərbaycan xalqına da üzləşdiyi bütün çətinliklərdən qurtulmağı arzulamalıyıq və arzuluyuruq. Azərbaycan uşaqlarını da Azərbaycan dövlətinin yaratdığı bütün şəraitdən istifadə edərək yüksək bilikli, savadlı, sağlam, özünə inamlı, dövlətinə güvənən, xalqının milli mənəvi dəyərlərinə dəyər verən bir ruhda, vətənpərvər bir ruhda böyüməsinə çalışmalıyıq və bunun üçün lazım olan hər şeyi etməliyik. Bir daha bayramınız mübarək olsun. Sizi təbrik edirəm, təşəkkür edirəm. Hər birinizə şəxsi, fərdi nailiyyətlərinizi artırmağı arzulayıram. Bayramınız mübarək olsun. Çox sağ olun. Çox sağ olun Bahar xanım. Çox sağ olun. Çox sağ olun. Sağ olun. Çox sağ olun. Sən ayrılmaq çətindir. Bizim üçün də. Sağ olun.